Uzman, cərrah-ginekoloq Aynurə Nəcəfəliyevanın sponsorluğu ilə sözün bitdiyi an başladı. Gözəl izləyicilərimiz və tamaşaçılarımız, həftənin ilk günü, ilk iş günü efirdəyik və izlədiyiniz kimi, gördüyünüz kimi həyəcan dolu həyatlar və heç özümüzün də bəzən xəbərimiz olmayan bir faktlar ortaya çıxır. Tanıdığınız Mahir buradadır. Mahirin atalığı, analığı buradadır. Zəkiyə xanım, hansı ki bizə müraciət eləmişdir ki, boşanmaq istəyir və boşanma istəyinin ərsəyə gəlməsi nəticəsində araşdırmalar, bizə bildirilən faktlar ortaya çıxartdı ki, Mahir anasına və atasına işgəncə edib, anasını döyüb, şaxta bir havada, çöldə paltarını çıxardaraq. Atası Qalib buradadır və daha sonra biz araşdırdıq ki, əslində Mahir də çox böyük bir işgəncə görüb və işgəncəni öz atasından, doğma atasından görüb Allahverdi bəydən. Biz gedişatı sizə göstərəcəyik. Bugün o qədər sirlər ortaya çıxacaq ki. Və bizim İlqar dayı qonağımızdır. İlqar dayının həyatı çox tükürpəticidir. İllərini bir qadına verib və birdən-birə bu qadın İlqar bəyin evindən 20 kilo qırqızılını yığışdıraraq qeyb olub. Halal həyat yoldaşıdır. Halal övladlarının anasıdır. Amma nə İlqar bəy bizim bildiyimizi bilmir, nə də İlqar bəyin xanımı onun harda olduğunu bizim bildiyimizi bilmir. Amma biz hər şeyi bilirik. Yaxın əyləşin. Çünki gedişatda siz özünüz də biləcəksiniz biz nədən danışırıq. Mən sizə o qədər şey bilirik ki. Mən sizə ekspertlərimi təqdim edəcəm. Fariz bəy Əkbərov, bizim Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədridir. Fatimə xanım Hacıbəyli buradadır. QHT-mizin rəhbəri, özü jurnalistdir, ictimai xadimdir. Könül xanım Yusif qızı aktrisamızdır. Solmaz Əhmədova ekspertimizdir. Və artıq ekspertlərimə hər şey aydın oldu. Amma mən bugünün gedişatını başlayacağım İlqar bəydən. İlqar bəy, nə baş verib həyatınızda? Mikrofonunuz. Əvvəla axşamınız xeyir olsun. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Salamlayıram hər kəsi, sizləri. Çox sağ olun. Mən Əliyev İlqar İsmailoğlu, əslən Qərbi Azərbaycanlıyım. 1988-ci ildən də Göygöl rayonunda yaşayıram. Mənim həyat yoldaşım və onun qardaşları, qohum əqrəbələri 51 olublar, məndən xəbərsiz. Xəlvəti mənim adıma ölüm şəhadətnaməsi çıxardaraq mənim 20 kiloqram qızıl əşyalarımı, bir ədəd qızıl samavarımı, 2 ədəd qızıl kəmərimi, bir ədəd qızıl kinimi, bir ədəd də qızıl kasamı. Və bundan əlavə xahiş deyildim, mən qoy fikrimi çatdırım. O fikrimi də bildir. Prosto əməlli başlı böyük bir mülkə sahib. Bəli. Bu bana nə atadan qalmayıb, nə anadan qalmayıb. Özün qazanmışsın. Yox, özüm də qazanmamışım. Danışacağım, hamısını yeri yataqlı. Qoy elimiz, obamız eşitsin. Sizə o milyonlarla tamaşaçı, dinləyici eşitsin. Mənim 3 dənə evim əlimdən aldım. İlqar da bu evləri necə qazanıb almışsınız? Nə işləmişsiniz? Deyirəm, deyə gəlin. Mənim bir evim,
Bakı şəhər Nərimanov rayonu. Hidayətzadə küçəsi, ev 49A, mənzil 15-dədir. İki evim də Göygöl rayonunun küçük kəndidir. Bu evi, hansı ki Bakı şəhər Nərimanov rayonundakı evimi, mən Sovet hökumətinin vaxtında Rusiya şəhərində yaşamışam. Orada işləmişəm. Rusiyanın hansı şəhərində? Ulyanov şəhərində. Ulyanovsk. Bəli. Orada da mənim işimə görə, işimlə əlaqədar ev verilib, mənzil var, onun da sənəti var, sübutu var, orderi var. Həmin o evi, mənim Rusiyanın Ulyanov şəhərində adım olan mənzilimi, Bakı şəhər, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 49-aya dəyişiblər. Və mənim əlimdə sənədlər, sübutlar var ki, Azərbaycan Respublikasının baş prokuroru təsdiqləyib. Bütün övladlarımız yoxdur. Üzr istəyirəm, çox üzr istəyirəm. Mən sizə bir sual verim İlqar bəy. Amma veriliş bütün sizin həyatınıza həsr edə ekspertlərimiz diqqətlə qulaq assın mənim suallarıma. İlqar bəy, Düşündə siz çox gendən başlayırsınız. İlqar bəy sizə bir sual. Xanımınızın qaçma səbəbi nə olub? Xanımın qaçma səbəbi, oğlunun qardaşı mənimdən xəbərsiz, özdə əlbir olublar. Gediblər, məhkəməyə müraciət ediblər ki, bir gün baxdım məni məhkəmə çağırdı ki, sizənin yoldaşın iddia qaldırıb ki, boşanır. Yaxşı, sizin neçə övladınız var? 2. Övladlarınız hardadır? Evlatlarım anasının yanında. Gəncədə. Nigar xanım, olar suallar Bəli. verim mən. Sizin bu həyat yoldaşınız neçə yaşı var? Neçə yaşı var? Neçə yaşı var həyat yoldaşınızın? 64. Neçə ilə evli qalmısınız? 10 il. Bəlkə də, qoy deyim, 83-də evlənmişik. 2003-2004-də də maraqlanmışıq. Ayrılanmışsınız. Hə. Bəs 2003-cü vaxtınızsa bəs nə vaxt oğurlayıb qızıllarınızı? Elə burada bu ev deyirəm, Göygöl rayonu. Mən sual verirəm. 2003-cü il siz ayrılmışsınız, düzdürmü? Hə. Mən də Ondan sual qabaq, ondan qabaq. Yəni bu 30 il ərzində belə oğurlanıb. 30 il bundan qabaq oğurlanıb. Bəli. Siz Bəs- 30 ildə bu qızılları tapa bilmirsiniz. Tapmışam. İntihası məni döydürüblər. Bu 2003-cü il siz ayrılmışsınız və 2003-cü ildən qabaq siz qızıllarınızı oğurlayıblar. Düzdürmü? Başa düşdüm. Bəs bu vaxtda kimsə hara müraciət etləmiş o illər? Məsələn, bu oğurlanan zaman yox, hansı məhkəmə prosesi olur? Nərimanov rayon məhkəməsi. Olur məhkəmə prosesi. Bəli. Qətnamə kimin xeyrinə çıxır? Şərtnaməyə məhkəmə deyib ki, Aslanov isə filan yerin işçisi, vəzifəli məmuru bizə təzyiq göstərir, imkan vermir səhər şikayətine Ay baxsın. Allah. Yox, başa düşdüm. Ya Ağıl bir danışırsın. də sual verim sizə. Hayır, məhkəmə nə ilə bitib? Nə deyiblər? Qətnamədə Siz nə udmusunuz, yoxsa qarşı tərəf udub? Mən. Yox. Siz udmusunuz. Bəli. Mən təzyiq Onun məzyiq üçün də boş şeydir boşanmayıblar, də. elə. Siz udmusunuz. Hə. Ay o təzyiq bu da fakt, hə. qanuni olaraq siz Bəli. udmusunuz Qətnamədə nə məhkəməyə. yazılıb? Qətnamə məndə İlqar deyil. dayı, mən Qətnamə sizə bunda sizdə mən deyil. sizə O tərəf udub da. Mən bunda. sizə birazdan cavabını bildiyim sualları soruşacağam. Amma bu reklamlardan sonra olacaq. Uzman, cərrah ginekoloq Aynurə Nəcəfəliyevanın sponsorluğu ilə sözün bitdiyi an reklamlardan sonra davam edəcək. İlqar dayı. 30 Bu biraz tam açıqlasın görək. 30 ildir ki, siz öz qızıllarınızı, öz həyat yoldaşınızı geri ala bilmirsiniz. Düzdür? Həyat yoldaşımı yox, qızırlarımı evimə Həyat ala bildim. yoldaşınızı sevmisinizmi? Vaxtında hə. Rəsmi olaraq boşanıblar. Bəli. Rəsmi olaraq da Boşanma baş boşanmısınız. Yəni bu Bəlkə evlənəndə bir sizdən yerdədir.
Bugün ağsaqqallarımız, ağbirçəklərimiz bizim deməli cavanlara məsləhət verməkdən, ailə dəyərlərini izah eləməkdən, əksinə daha bugün da çox qarşımızda yardım oturan edirlər. ağsaqqal, ağbirçəklərimiz boşanmaqla məşğuldur. Bu da o deməkdir ki, hər qocalan, hər yaşa dolan nə ağsaqqaldır, nə ağbirçəkdir. Tək boşanma boşanma yox. Bu Onlar yaşında pul boşananda bölməklə qadının 34 məşğuldurlar. yaşı olub. Tək boşanma Onda yox. mən o cavan cavanlıqda olmuşam. Ay Heç gözəl. kim sığortalanmayıb, hər bir insanın başına gələcək hadisə ola bilər. Hə. Sadəcə Amma 30 il sonra sadəcə o məqamlar Bu nə var. maraqlı? Yəni 65 yaşında insanın başına nə gələ biləcək ki, gələ bilər. İnsan yəni Ağsaqqal bir şey də soruşum. Bir-birlərinə Siz dayaq sevib olan vaxtda. evlənmisiniz. Düzdür, dediniz ki, əvvəl sevmişəm. Bu qadın da siz istəyib gəlib də, cavan Hə, vaxt, 80 hə, neçədə hə, evlənmisiniz. hə. Bunun qardaşları, ailəsi toy eləmişsiniz, almışsınız da, Bəli, düzdür. bəli, bəli. Nə olub ki, bir qarşı neçə 10 il getdi. sonra birdən-birə Elə arvadı bax bu beyni qızınla çökdü. evin üstü. Xeyr. Niyə? Yaxşı, belə qoyum sualı. Məsələn, bir qadın ərə gedir, ərinin qırqızılı var, lap yaxşı, xoşbəxt olar da. Deməli, xoşbəxt olmayıb ki, bu qızılları aparıb da. O qızılı gizlətmişsiniz, xəşləyərdiniz bu arvada, oğula, uşağa. Bu yetim bezib aparıb da bunu. Nəyə saxlayırdınız o Xeyr, qızı? xeyr, Nəyə xeyr. yiyəcəydiniz ki? Mənim adıma ölüm şəhadətnamə çıxardıblar ki, mən Əliyev İlqar ölmüşəm. Mən pusat heç İlqar bəy ölməyib, İlqar bəy mənim stüdyomdadır, yaşayır və biz ona köməkliklər eləyəcəyik. bəli, Və İlqar bəy, mənə sizə dair bir zəng gəlir indi rejissor otağına. Buyursun, eşidim. Sizə o zəngə hələ qoşmaq istəmirəm. Amma mən məlumatları bu dəqiqə eşidirəm. Sadəcə bir sual soruşacağam sizdən Buyurun. və ümid eləyəcəm ki, doğru bir cavabı bizə verəcəksiniz. Böyüyümüz kimi Əlbəttə. hörmətlə yanaşırıq. Başınıza iş gəlib, 30 il sonra artıq bu baş verənləri araşdırmaq istəyirsiniz. Amma mən sizdən bir ad soruşacağam. Bəli. Bu adı hardan tanıyırsınız və bu ad kimdir? Buyurun. Kim olduğunu siz mənə deyin, çünki arxa otaqda mənə də verilən bir məlumat var. Buyurun. Səmayə xanım kimdir? Samaya xanım. Lütfən. Qonşum var, bəli, Samaya. İlqar bəy Səmayə xanımı tanımadığını iddia edərkən Səmayə xanımın kim olduğunu mən gözəl tanıyıram. İlqar bəy, Bəli, məqsədimiz və mövqemiz sizə kömək olmaqdır. bəli. Amma Allah köməyimiz. mən hər verilişdə vurğuluyuram. Bizim qarşımıza gələndə tam doğru şəkildə özünüz haqqınızda Bəli, məlumat verin. Lütfən. Çünki siz bizim ünvanımızı döydüyünüz andan təxmini 1 saat və 2 saat sonra biz artıq sizə dair bütün məlumatlara sahib oluruq. Ona görə də mən sizdən bir də soruşacağım İlqar dayı. Çünki mən sizin o xanımı tanıdığınızı bilirəm. Səmaya mənim kənddə qonşumdur, bəli. Tanıyırsınız. Bəli, O boyda qonşumdur. kənddə bir dənə səmayə var. Hə. Bəli, bizim kənddə bir dənə Samaya adlı Əliyeva. O boyda Samaya, kənddə bir dənə səmayə xanım var, Bəli, ancaq onu bəli. tanıyırsınız. başqa Samaya tanımır. Necə tanışdınız onu? Nə formada Amma- tanıyırsınız? Kəndçi kimi. Biz belə Neçə eləyəcəyik. yaşınız var? Mənim 65. 65 ilə bir dənə Samaya tanıyırsınız. Yox, kəndçilərimin hamısını. Kəndçiniz sizə necə kömək olur İlqar dayı? Bu Səmayə xanımın sizin həyatınızdakı köməkliyi və Heç bir, dəstəyi heç yolu bir nədir? kömək. Bəlkə Heç gəlib bir. arada qab-qacaqları Yo. İlqar dayı, Yo. İlqar dayı. Tamamilə şərdir, böhtandır, yalandır. Onun Mən nə özün, dedim ki, onun siz ailəsi şəhərdə? var. Biz nə dedik Yo, ki, yo, yo. qonşu qonşuya nə Siz gün deyirsiniz, mən də cavab verirəm. Yo, İlqar dayı. burada nə var ki, Tamam. yaşlı Mənə qulaq adamlarsınız. asın. Bəli, Hər şey ola bilər. Mən hər şeyi bilirəm. çox. Çox. Solmazın fikrini almaq istəyirəm. Solmaz ilk dəfədir belə bir verilişdəsən və gözünün qarşısında Bəli. Solmaz mənə çox yaxın bir dostumdur. Bizim şirkətlə inşallah Amerika Birləşmiş Ştatlarında təhsil almağı istəyirlər. İnşallah. Solmaz, gedişatı görürsən. Görürəm. Səncə nə baş verir?
Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Düzü mənə heç inandırıcı gəlmədi. Səmaya xanım deyən kimi üzü gülməyə başladı. Mimiklər nəydən Bəli, səbəbsiz? özünü bəlli elədi. Və ayrıca mən çox üzülürəm ki, Üzr istəyirəm. Rusiyyətdə bəli, mən dalanmaram, dal deyirəm. Amma Azərbaycanda xeyr. ya Rusiyyətdə deyir o. Bəli, mən dalanmaram. Mən şəxsən çox üzülürəm ki, bu yaşında ailə bura kimi gəlib bir neçə ildir çıxıb, sonu yaxşı bitirməyə əvəzinə oturub mamlik pul davası eləyirsiniz. Övladınız Niyə var də mı yox sizin? qadağalı? Mənim 2 dənə Övladınız var evladım mı var. sizin? Bəli. Evlad da sizin Pul yanınızda. anada olsa da ev uşağa Xeyr, qalır bir da. dəqiqə. Mən oğlumun qadağalı Ayrılanda imkan balaca vermirəm. Evlad kimin yanındadır? Bu danışım da. Hə, danışın, Mənim bildirin. oğlumun 1 yaşından oğlumu məndən aralayıblar. 1. Qızımı 4 yaşından aralayıblar. 2. Necə aralayıblar ki sizdən 4 Məhkəmənin yaşında? qərarı Deməli onda səhv sizdə olub ki, məhkəmə qərar sizdən yana olmayıb da. var. Niyə? Niyə övlad atasından Bu bir dəqiqə yere sizin ayırsınlar? uşaqların neçə Demək, yaşı var xəbər İlqar sizdə bəy? olub da. Bu dəqiqə, bugünkü gündə sizin övladlarınızın neçə yaşı var? Oğlumun 30 yaşı, qızımın da 30, Deməli 88. müəyyən qədər də düşünmə qabiliyyəti olan yaşdadılar. Bəli, bəli. Əgər siz yaş ata olsaydılar, Bəli. onlar Övlad- ikisi sizin yanınızda olardı. Gənə mənim yanımdadır. Gənə ikisi də mənim Övladlarınızın yanımdadır. yanına Ayağınızda getmisiniz Siz ayrıblar. Bəli, Övladlarınızı görmək istəmisinizmi? bəli, həmişə. Bu gün də günü bu gün. Uşaqlarınızın böyüməyində bir dəstəyiniz Bəli, olub, oğlumu oxutmuşam, bəli. İnstituta qoymuşam, Bəs oğlumu onlarla qoymuşam. verməyin də. Əlaqə saxlaya bilərəm. Bəli, buyurun. Buyurun. Siz evlənmisiniz, dediniz 83-cü, 83-cü ildə, düzdür? 10 il uşağınız gec olub, 10 il yaşamısınız, 1 yaşı olanda ayrıldınız. 88-də bəli. Uşaqlar 83-də deməli, evlənmişəm, 7-8 il sonra olub. 88-də qızım olub, bəli. Bir neçə il sonra olub da 8 beş il. il, beş il. 5 il Beş il sonra. sonra. Yaxşı, bu evlilik müddətində, yəni bugünün söhbəti deyil Bəli, də bəli. ki, deyək, ay TikTok aranı vurub, ay Instagram aranı vurub, sosial şəbəkələr eləyib. Bəli. O vaxtlar bunların heç biri Bəli, olmuyor. bəli. O vaxt ülvi sevgi olub. Bəli. Bir-birinizi sevib evlənmisiniz. Bəli. Bu qızın da qardaşları sizə ərə verib, toy eləmisiniz. Adət El aləm ənənələr. bilib, adət Bəli, düzdür. bəli. Nə baş verdi ki, o qadını birdən-birə çöndü, deyirsiniz əlbir oldular. Aa, O yaxşı. qardaş niyə İndi qoy sizə mən düşmən cavab verim. kəsildi? Mən- Qadın niyə düşmən niyə kəsildi? Siz çıxıb nə getmək elədiniz ki? məcburiyyətində Nə baş qaldı? verdi? Alo, Bəlkə salam. siz haqlısınız. Əli necəsiz? Çox sağ olun. Sizlə danışan Nigar Fərhaddır. Sözün bitdiyi an verilişindən hal-hazırda da canlı yayındasınız. Sizin atanız buradadır. İlqar da yanımızdadır. Və mən soruşmaq istəyirdim, necəsiz? Yaxşısınızmı? Hə, yaxşıyam, sağ olun. Əli, axırıncı dəfə atanızı nə vaxt görmüsünüz? Nə vaxt görmüşəm, olar bir neçə ay bundan qabaq. Atanızla münasibətiniz necədir? Bir müddətə kimi yaxşı idi, bir müddətdən sonra yox, pisdir. Niyə? Hansı müddətə qədər yaxşı idi və sonra nə baş verdi ki, münasibətiniz korlandı? Özü yaxşı bilirlər axı be onları. Can, xəstələnmişsiniz. Allah şəfa versin. Hə, sağ ol. Atanızla Narahat olmayın deyəcəyik. hansı ana qədər münasibətiniz yaxşı idi və birdən-birə o korlandı və bu nə səbəbə oldu? Telefonda boş-boş söyüşlər yazandan sonra, pis bir şeylər yazandan sonra korlandı. Atanız deyir ki, sizi oxudub, təhsil verib, özü saxlayıb, böyüdüb. Necə xanım, neysə, hamı hər şeyi yaxşı bilir. Mənim dədəmdir, qanımdır, canımdır. Amma elə şeylər var ki, onlar yanlış, çox yanlışlar eləyibdir. Nələri eləyib Əli? Nə sizi incidib? Mənə baxan da, eləyən də mənim anamdır. Bu qoca yaşında da hər də üstümüzdə əsləyən anamdır. Aha. Sürüsən. Dəqiqə ham pis vəziyyətdədir. Ananızın Sözüm, mən 30 deyişimi, hər kilo şeyi qızıl, saxlamışam. 20 kilo qızıl oğurladığını iddia eləyir atanız. Ay qadın alım, eşsən, ay Nigar xanım. Eşidirəm, eşidirəm. Mən mamamın 20 kilo qızıl oğurlamağı gücü olsaydı 21 ilkədə niyə saxlayıb bizi? Aylarından soruş.
Yaxşı, Əli, atanız niyə belə bir iddia eləyir? Ayıbdır. Sizin O qadın uşaqlarınızı Bir saxlayıb dəqiqə, bir dəqiqə. Əli, Bəstirin də. Əli, anana Ayıbdır neyniyib? sizin üçün, Neyniyib ayıbdır. atan anana ki, anan Zamanında çıxıb gedib? baxmamısan uşaqlar. İndi gəlmişsən mənə 5 manat pul versin. Hardaydın o uşaqlara baxma? Yalandan mənim 30 qızılım Əli, var. açardın kameranı, səni heç kəs məndən başqa görməyəcək. Narahat olma, kameralar Oğlum, əks niyə yaşayırsan tərəfdədir. bu həyatda? Səni heç kəs Sabah görmür. get, Zəhmət köçəndən olmasa sözümüzü studiyada yapma sakitçilik. Əli, səni yalnız... Əli. Əli. Çox görmüşəm. Yo. Əli. Zəhrəmət olmasa sakit ol. Fikrimi. Qoy mən bir dənə fikrimi xanım Buyurun. zayıflayım. Mən pis çıxmasın, mənim 30 yaşım var. Bu həyatı boyu mənim dədəm də yaxşı bilir, mənim ətrafımda yaxşı bilir ki, mən niyə kimi namusumuzu qorumaq üçün, şərəfimizi qorumaq üçün, heç kimə möhtac olmamaq üçün bu həyatda zulm çəkmişəm, əziyyət Bəs çəkmişəm. atanız hardaydı bu Eşim arada? olma. Mənim atam belə pis çıxmasın, ey xanım, mən dədəmi tanımıram, o mənim qanım canımdır, o. Amma ki, insan gərək ki, bir irəlisin, gerisini fikirləşsin də. Mən ömür boyu onu həmişə eləyib də, indi ailədir, dağılıbdır, nə bilim, nələrsə olubdu. Demişəm mən neysə də, tövbədir də, oldu. Oldu, keçdi. Yenə də pis çıxmasın, demişəm dədəmdir, getmişəm yanına da, getmişəm yanıma da. Amma son vaxtlarda elə bir ki, düşdü də bizlə, konkret düşman oldu. Səbəb nə idi bəs? Səbəb heç nə, yəni bu 20 kilo qızıl deyir. Bax Allah öncəsin, 20 kilo qızılın hardadır sənin, nətər oldu sənin? Samavar, ləyən, ev. Mənim qız samavarım olub, qızılım yox. Misdir, alüminiumdur, ağac yarpağıdır, daşdır, torpaqdır. Ananızdan tələb edir bunu. Ananın dayıların qaytarsın, versin özümə. Və Nərimanovda Xalan eviniz oğlunun- var deyir və o ev də İlqar dayıya məxsusdur deyir Əli. boşananda bölünür də. Evlilik müddətində alınan və boşanması Bunların hamısı daxil doğrudurmu yoxsa yalan məlumatdır? Niyə o evdə yaşamadınız, Gəncədə kvartirant qaldınız kirayə? Hansı evdə kirada qaldı? Nərimanovda Hansı evdə yaşamadınız. Bildirir ki, Nərimanovda evim var. Hidayətzadə küçəsində. Ay xanım, o, yəni hüquqi müstəvidə öz, yəni sahəsini nə də deyim, həll yolunu tapıbdı. Yəni o həll olunubdu, nə olubdu, nə tür olubdu, onların özləri yaxşı bilirlər o mövzunu. Yəni mən hər incəlini bilmirəm. Aydındır. Əli, Amma yəni mənim komandam indi arxa otaqdan, rejissor otağından sənə bir zəng gələcək. O zəngi aç, o canlı yayında yayınlanmayacaq. Bir-iki sual soruşulacaq səndən. Təşəkkür edirəm cavab verdiyin üçün. Salamat qal. Mən geri dönüş eləyəcəm efirdən sonra. Amma mənim yenə bir-iki dənə zəngim olacaq. Amma mən yenə də sualımın cavabını doğru-dürüst almamışam. Və hər sualın cavabını Mən xahiş edirəm, mən siz maşallah əgər dürüst çoxsunuz. almaramsa sübutunu etmiş olaram. Ona görə də mən son dəfə soruşacağam sizdən. İlqar dayım, Səmayə kimdir? Vallahi mən bir kəndçi kimi, qonşu kimi kəndimizə tanıyım. Səmayə, günahına kim daxil, amma mən sizə bir ümumi, yəni bunun yəni ki, ailəsinin dağılan səbəb üçüncü şəxsin müdaxiləsi olub. Sadəcə olaraq vaxtında kişi gözü ailəni görməyib, cavan olub, gənc olub, yəni və başı qarışıb o həmin adlı qadına. Və həmin qadın da ki, yəni ailə yaddan çıxıb da təbii ki. Və təbii ki, evdə olan bir şəxsdir, qadın da, onun da bir şəxsiyyəti var, qüruru var. Yəni və saqqal evli olalı o qadından bəli, qarışdırır. bəli, qarışdırır və o insan da yəni təbii ki, yox. Bu yəni bugünkü gün insan niyə edir sizin oğlunuz, Alo, bəzi məqamlar Arifə xanım salam, necəsiz? ailə məsələləri. Qızıdır. Necəsiz? Nigar Fərhaddır sizi sözün bitdiyi yandan narahat eləyən, indi hazırda da siz canlı yayındasınız və sizin atanız buradadır, İlqar bəy. Atanızla münasibətiniz necə olub? Bilə bilərəmmi? Burada qalanda yaxşı idi. Sonra məndən şey oldu. Mənlə dalaşdı. Niyə? Əli də eyni şey dedi. Niyə? Ortaya qadın gözü gözdən çıxan Allah bilmədi, durdu o yerdə. Mənlə durdu mənə. Allah gələn dedi. Adınızı öyrənərdim zəhmət olmasa, təsdiqləyərdiniz? Səkinə. Səkinə xanım. Əliyə Səkinə. Səkinə xanım, ananızla atanızın boşanma səbəbi nə olub?
Ha? Boşanma səbəbləri nə olub? Babasının aile arasında söz ediyor, dalaşıp da ayrılıyor. Bu qədər. Bakışdan da boşanır. Atanız sizə köməkliklər eləyib, baxıbmı sizə? Bir maddi dəstək görübmü? Bak, Yox. Heç nə etməyib. Edip Necə? Onu orada öldürdüm. Deyirsiz, Cavanlıqdan gah başqa, eləməyib cavanlıq deyirsiniz, gah telefona cavab verirsiniz, gah bir iddia verib daha sonra geri bir iddia verirsiniz. Amma biz mütləq bunun sonuna varacağıq və biz bizim qonağın yanında olacağıq. Amma qonağımız da dürüst olarsa. İlqar bəy, mən indi bir zəng eləyəcəm. Mənim cavanlığım 1980. Ailədə laqeyd olmasa kişi, ailəyə baxmamısan. Nətər baxmamışam? Getmir. Mənim evim İlqar burada dayı. mənim ufta kiryə Ailə versə üzərində olmamısa, başlıca ailə başçısı kimi olmaq lazımdır ailənin üzərində. Yox, mən hələ istəmirəm, məndə var o sənədləriniz. Şərt o deyil, yəni evdə olmaq. Ailəyə baxmaq lazımdır. Evdə olmaq kişidir. Ailəyə baxmaq lazımdır. Baxmamısa ailəyə. Mən hələ sizin Ailəyə qayğı verməmisən. Rusiyada Nə uşağa qayğı vermirsən, nə ailəyə qayğı vermirsən. Evdə heç kim qayğı görməyib. Ona görə də bəs evdə söz-söhbət nədən çıxır? Boşanıb da yenə. Mənim bir sualım var. Yaxşı, bax uşaqlar deyir ki, bir müddət yaxşı idi, birdən-birə dəyişdi. Niyə? Niyə? Mən buraya gələndə Yox, bir də. Yəni birdən-birə dəyişdi. Nə vaxt dəyişdi? Bu yaxınlarda? 2024-cü ilin Nə oldu? iyun-iyul aylarında. oldu? Bu verilişdən qabaq mən bir verilişə 2003-də çıxdım. Orada da onlar çəkilişə getdi. Orada Kanal gəzirsiniz də, demək olar. Niyə də yox? Heç nə gəzmir. Bu nə demək? Ulduz olmaq keçir arzu rəyinizdən. Mən pulumu istəməyim. Mən haqqımı 30 ildir niyə istəmirdim pulumu, birdən indi istədim. Ağsaqqal, bu yaşdan Yox sonra ortalıqda. deyirsiniz ki, bir ev Şey, istəyirəm yaşlaşanda başında. gəlmisən baxmağa. böyük Cavanda övrət. axtımı sarvadı, baxmamısan. xahiş edirəm, Yaşlaşmısan, bu gəlmirsən, vaxt get. Yox, cavanlığı kənara Vaxtında baxmaq lazım idi. Cavanlığı Vaxtında kənara baxmaq qoyun. lazım. Hal-hazırda Ailənin deyirsiniz qədrini bilmək lazım ki, idi, baxmaq lazım idi. O vaxt gözün qarışıb baxmamısan, Baxmışam, yaşlaşdın ailə. baxmışam, bu Ailə, baxmışam. indi də gəlmirsən Ay ki, yox, ailəm bu mənim. Sizin bu dəqiqə oturub divanda gəlin qulluğu görən vaxtınızda efir gəzmək yox. Zamanında gözəl ailə başçısı olardı, düz deyil Faiz müəllim. Bu gün də oturardı, ağsaqqallığımı eləyərdi. Bu gün ağsaqqal döyürsən. Arvad da gedib qardaşla əli bir olub mənim adım. Burada, Bu da ailə. Ağsaqqal deyilsən. burada, Belə ailə hamı bilir, yenə. Burada baxın belə. qurmaqdansa, Hamı bu ailənin əzəldən olmaması daha yaxşı deyil. Burada heç kimi sizin üzərinə gelmir. Hamı məsələyi bilir. Sadəcə Yalan danışır, baxın, şər dinləyin böhtən də. danışır. Ailədə Mən bilmədiyim şeyi danışır. başınız qarışıb başqa adama baxmamısa, ailə yaddan çıxır. O insan da Şər danışıdan bir bir- qayğı görmür. Hansı Nədən danışır? Bu gün sizin uşaqlarınız əziyyətlə böyüyüb. Nədən danışırsınız siz? Zulm çəkiblər. Yox, var Şəhərdə siyasət ki- yaşayırlar. Xəbərimiz yoxdur Oğlum övladlarımızdan. xəstədir. Xahiş Xəbərim edirəm, var mən oğlum. höysələdən çıxartmayım. Höysələdən Mən o- çıxarsan, bir Niyə stəkan xanım? su gətirər verərəm, içərsən sakitləşərsən. Hey, mən yalan danışacağım, şər danışacağım. Nərimanovda bu qədər 2024-cü qiymətə ilin oktyabr ayında ya orada İlqar bəy, olmağınız nəyə İlqar qarşı? bəy. Bəli. Və niyə Ölüb sizin neyniblər ki? uşaqlarınız kirayədə qalırlar? kirada qalmır, ev var qadan, alım yalan Öz deyil. evləri var. Bəli. Başqa. Məhlə ev istəmişik, bəli. Siz tikmisiniz onu. Bəli. Yox, Bəs Əli onda yalan danışır. Tamamilə Yaxşı, oğlunuzdan xəbəriniz şu oğlunuz Onda xəstə gəlin idi. üzləşdirək Xəbəriniz sizi Əli ilə. Deməli siz yalancısınız. Əlini Əliyə zəng vururam Mən təkrar. demirəm, mən deyirəm oğlunuz xəstə idi, xəbəriniz yoxdur. Tamamilə gördüyünüz kimi ki, yalan. Xəbərim var idi xəstə olmağından. Uşaq deyir ki, 4 aydır xəbərim yoxdur. Oğlum məndən deyirəm ki, bu verilişdən qabaq
4 ay bundan qabaq məlumuz oğlunun Bundan alıb sonra xəstədir. çıxacaqsan, gəzirsən kanal. Bəli, yenə yox. İş yox, güc Yalan yox. şəhər danışsan, hökumət tutar mənim Yaxşı. tanım. Əgər siz deyirsiniz, Əli ilə bağlantı qurmağa çalışaq mümkünsə Bəli. rejissor otağımızdan. Çünki Əli cavab vermir zəngə indi. Amma bir neçə dəqiqə öncə rejissor otağına bildirmişdi ki, atası o qədər də yaxşı baxmır. kimlər şahidləriniz var ki, siz unutmayın? Siz sual verin ki, ay Əliyev İlqar, mənim özümün kimliyim var mı, yox? Qeydiyyatım var mı, yox? Ay İlqar dayı, mən 21 il, onlar Əli deyir ki 21 il. Biz inana biləydi yenə. Əli dayı. Siz bu yaşında qızılı neyinirsiniz? Oy, İlqar dayı, Əli deyir ki, ay İlqar dayı. Şəxsən əvvəl, mən şəxsən Balalarına görə ağlamaq istiyorum. yaşım o yaşı Sizin gərəkdirir. balalarınız arvad baxıb. O yaşı gərəkdirir. Mikrofona danışan, mikrofona zəhmət olmasın. Bir də günü gəl xanım. Bu burada Şabat Şarda gecə biz susmalıyıq buna. Hansı balama görə ağlamısan? Bəs Ağsaqqal kişilər özünə hörmət qoy. Sən Qızıl özünə ne hörmət edirsən qoy. sən? hörmət qoy. Ekspert olub başlat gəlsin. Mən haqqımı, hüqumu tələb edirəm. Səsini tanısan aşağı. Dedim sən özünə hörmət elə. Mən beysavadsa deyiləm. Mən 2 dənə ali məktəb qurtarmışam. Öyle bir universitette kurtarmışam. Rus dilinde. Gelip otururlar burada ne Ha ne olsun koca at arpa yemir. Hakkını koru. Talep edemir. Yemi. Sakit. Siz deyirsiniz ki, qoca arpa yemir. Vaxtında yaşlılar cavanlara nümunə olurdu. İnanın ki, indiki vaxtda biz cavanlar yaşlılardan utanırıq. Biz sizdən utanırıq. Gəlin belə deyək. Adamın əlindən biz şəxsən cavan olaraq sizdən utanırıq. Yaşınızdan, başınızdan utanırıq. Evlatlara anası böyüdü. Qızla neyinirsiniz siz? Mən başa düşürəm. Adam iki Xeyr, anası inandı da. Balası Qızıl var. Ramil bəy alardıq içəri. Buyurun gəlin. Bizim hüquqşünasımız. Sizin xasiyyətli insan qızlı olsa heç ümumiyyətlə burada olmazdı bu günə Ramil qədər. bəy bizdə maşallah hüquqşünasımız və bütün suallarımızda, verilişimizdə iştirakçılarımızın problemlərini qanuni şəkildə müraciətlərini və s. edir. Adamın əgər olubsa iddiasına görə qızılları, evi və övladları əlindən alınıb. Bu faktdır və bu fakt bir tərəfin mövqesidir. Arifə xanımla əlaqə saxlamağa çalışırıq və təkrar övladlara geri dönüş eləmək istəyirik, amma mümkün deyil. Məni təəccübləndirən başqa şeydir, tamamilə başqa bir şeydir. Səmaya xanım, o qədər bəhbəhlə danışırsınız, o qədər... Küvür elədi. Səmaya xanım, zəngimizi açın. Biz istəmərik. uşaqların danışanı üzüm belə gülmədi. Benim alnım açıktı. Uşaqların danışanı üzüm belə gülmədi. Samaya adı gələndə səsini başlayın yoxdur. Bəyək, bu qızımız, bu solmaz qızımız. Hamımızdan burada körpədir. O dediyi sözdə mən xəcalət çəkdim ki, biz cavanlar sizi kimi yaşlılardan utanırıq. Mən öldüm yerə keçdim sizin əvəzinizdən, siz utanmadınız. Niye utanmalıyım? Siz bu yaşda 30 il Nəvə görmək vaxtınızdır, arpa yemək vaxtınızdır. Keçimiş olan. arpanın uşaqlarımız Yarınların kızılları. Arpa vaxtın keçdi. İstəsən belə yiyənmə. yeyib qurtarmışsınız. Yeyib qurtarmışsınız. Uşaqlar yeməlidir. Uşaqlar yeməlidir, Eğer uşaqlar. Rodno içti. Benim taylarım da əreydi barbat almıyor. Xahiş deyirəm, çocuğunuza səhərət qoymayanı tirpalayıb,
Məndən Allah daha deyil, şey. ağsaqqallardan ol. Ağsaqqal deyil, bu adam sadəcə İlqar yaşadı. dayı Ulyanovskda, Rusiyada əziyyətlə işləyərək, Qoca kişidir, zəhməti ilə ev alıb, Bəli. qızıldır da, qızıl nə fərq Ay edir? Nigar xanım, hardan alıb? Sovetin dövründən danışır adam. O boyda qızılı hansı pulla alıb? Fatma xanım, fərqi nədir? İndi Fatma xanım, alıb da, icazə verin. yaşlı Ay bala, kişidir. yalan danışır axı. Qızıldan samavar olan kişini arvad özü rayon arvadı. Öpüb Niyə başının qoysun üstündə ki, saxlayır. niyə qaçıb getsin ki? Niyə qoysun Niyə getsin? qoysun ki? Mənə qızıldan samavarda çay içirdirən kişiyə niyə qaçıram ki? Başımı üstə tac eləyəm. Yalan danışıram. Burada iki variant var. Ya o samavarı başqa arvada vermək istəyib, arvad da istəyib götürüb gedir. Ya da o samavar olmayıb. Başqa variant mən görürəm. Yoxdur, samavar olmuyor, boş söhbətdir. Ay imkan vermişsiniz axı. Niyə Hadi vermirsiniz? bayaqdan kim danışır? Baxın, mənə danışacaqsınız. Ay dayı. İlk varlı bir adam kasıblayarsa belə 40 il ondan varlının iyisi gələr. Kasıb amma varlanarsa belə 40 il ondan aclıq iyisi gələr. Bu kişidən 1 qram o qızılın bir iyisini hiss eləmədim mən burada. Yalan danışıram. Bax mənə çox maraqlıdır ki, mənə çox maraqlıdır. Yorulmayıb dayı, yorulmayıb da elə də axtarır. Axtarsın bu. Deməkdən ki, oğlanlarım Allah Uşaqların xoşbəxt yesin, eləsin. yoldaşın Toy yesin, eləyib, varsa 30 yəni. ildir, İlqar dayı 1 yaşında öz- bunları aparıblar. Öz zəhməti ilə indi qazanıb da, indi necəsə də indi bütün alıb da bu qazanıb. Qazanıb Qazanıb, uşaqlarına yeyib də, baxmalıdır içib də da. gəzib də. Heç nə Keyfini qızından də xəbər olub, nə övla oğlundan xəbər olub. Bir gün ortalığa çıxıb ki, oğlum qızım mənə baxsın. Bugün də oğlu uşaq tanır ki, bu ora-bura gedir. Amma övladlarınızı Ay, istəyirsinizmi ay, yanınızda, yoxsa sadəcə malı mülkü? Bəli. Qızıllarınız Mən qayıdarsa. bu sözü Əlbəttə burada deyirəm. istəyir. Kimsə baxmalıdır da buna. İmkan vermədi Allah da kimin ki, nə içinə istəyirsən baxma. məndən? Nə verirsən ala bilmirsən. Mən tırkılamayım, mənim başım kəndən də xarabdır. Özümü də sabahda aparım. Ya kim dedi ki mənim başım xarabdır? Mən Başa çox ağıllı düşmədim. baxmam. Mən haqqımı qulu istəyirəm. Mən Haqqımı, sənin haqqın o ki, Haqqın balalarının eşiği yanında olaydı. qurtarıb oturur. Buyur, mən də onların yanında balalarıma otur, deyirəm, sənin buradan da haqqın niyə yoxdur. xanım? Mən xahiş deyirəm. Bir Bu tezlə sırasında digin, güzel gəl. şey elədi, cəmatımıza Sizin də şadlar. mənə kömək edin. Böyüdə Allahın yerdə sizi deyirəm. Mən həmin qızımları, həmin evləri sübuta yetirmişəm, yetirəcəm də həmin evi, qızımları sizin əlinizdən alıb balalarıma verəcəm bu televizyonu qarşısında. Yəni onları Bəli. balalarınıza verməyə hazırsınız. Bəli, canla baş. Səmaya isə heç nə. Arifə xanım, telefonu söndürməyiniz. Əli, telefona cavab verməməyiniz. Səkinə xanım, suallarımızı cavabsız qoymanız İlqar bəyin dediklərindən razı olmanız deməkdir. Bəlkə də utanırlar yazıqlar. İnan ki, utanırlar. Burada çəkiliş getdi, qaçdı, gizləndilər. Diğer xanım, inan Bekar qalmısınız haranı gəzəsiniz. Burada hamına vaxtını alırsınız boş yerə. O yığdıqlarınız Mən rejissor evlatlarınız otağından hamısı xahiş sizdən edəcəm utanır. ki, Hər İlqar birisi dayı, sizdən utanır. mənə icazə verin. Hər birisi Əziz sizdən utanır. ekspertlərimiz, mən rejissor otağından xahiş edirəm ki, biz dərhal Səmaya ilə əlaqəyə keçməyə kimdir çalışaq. ki, Səmaya maksimal dərəcədə gizlənir, amma Səmaya mən sizə bir şey göstərəcəm, sizə deyil. Mən burada bir şey göstərəcəm. Eləcəsi gerçək olsun, gerçək olsun. Gülür İlqar dayı, gülür, gülür. Bir qız. sənin oğlu Mən evlənmə. xahiş edirəm, məni təhqir eləməyin. Aa, bu adam adı ki, o adam məni burada təhqir edir. Mən buraya dərdimi götürüb gəlmişəm. Siz adamı Mən keyfimdən gəlməmişəm. Mən Yox, haqqımı olduğunu tələb gəlin edirəm. icazə verək. Sən Bəli, vətəndaş. haqqını savunur və çalışır Deyirəm ki, ki, ölmüşəm, onun haqqını versin. Mən çalışır o ki, dünyaya buraxmıram. mən sizin həyat yoldaşınızın yalvarıram ki, tez aparsınlar. sizin Mən də istəyərəm sizi aparsınlar. Siz o qızıllarla çətin o dünyaya icazə verin Mən zəhmət zəhmət olmasa, olmasa, icazə verin, icazə verin. Mən sizə sadəcə bir şəkil göstərəcəm. Amma bunu ekranlarda heç kəsə göstərməyəcəm. Bir siz görün, bir mən. Bura gələn hər kəsin tərəfindəyəm, yanındayam və əlimizdən gəldikcə bu qadındır mı Arifə xanım? Arifə bəli. Səmaya xanım, mən çox bəyənirəm sizin romantikliyinizi. Mən çox bəyənirəm sizin bu belə, özə deyirsiniz, xanım evlidir, düzdürmü? Səmaya xanım, bizlə əlaqə saxlayardınız. Mən istəmərəm, heç bir müdaxilə eləməyim, istəmirəm eləyim. Amma məni də məcbur buraxmayın.
Çünki bu verilişin bir gedişatıdır. Mən məcbur sizlə əlaqəyə keçməyə olacağam. İstəməzdim ki, kimsə sizi görsün. Amma mən hər şeyi bilirəm. Hər şey. Hər şey. Vətəndaşım. İlqar dayı. Siz niyə İlqar gülürsünüz dayı. Səmaya xanımın adı Səmaya xanım gələndə? deyəndə doğrudan üzünüz gülür Ona ha. görə Öz gülür ki, aramızda. valla bax, mənim ölmüşümə, bu qoca ölmüşümə deyirəm. Mən ona görə Oldu təəccüblüdür ki, bayaqdan kimdir? zaman oğlan. Səsimi bir dənə, səsimi alın. Səsimi alın. Samayanı Biz indi rejissor otağında çalışırıq, lazımi zənglərlə əlaqə saxlayaq və onları efirə də qoşaq. Amma mən keçid alıram indi Mahirin mövzusuna və Mahirin mövzusunu biraz müzakirə edəcəyik. Sonra İlqar dayı yenə geri dönüş eləyəcəyik sizə. Mən sizi çox istədim, bilirsiniz onu. Niyə? Çox nurani yüzünüz Allah var. heç istəmir onu. Siz niyə çox istəyirsiniz? Allah istəyir ki, Heç Allah istəmir. Fatimə xanım, niyə belə ağır ittiham eləyirsiniz? İttiham edirəm, siz niyə? Çünki zamanında evladının yanında olmayan atanı bu gün şiddətlə qanayıram. İndi ayrılıb Zamanında da, ailəsinə sahib Fatimə ayrılıb çıxmayan çıxıb gedib. atanı şiddətlə Amma qanayıram. Bu gün yoldaşım- ata qocalıb gəlib oturub burada Yaxşı, indi Fatimə yadına xanım, düşüb ailə. ya doğrudan da o qızıllar oğurlandılar, ya Yalandır. oğurlanıb gedibsə. İnanın ki, Nigar xanım yalandır. Hətta o qızıllar oğurlanıbsa da onun 2 balasının anası aparıb. Hə, anası aparır. Ya da 30 adam aparır. il, 30 il o qadın o uşaqları saxlayıb, 30 il. Göstərib apardı. Anladı İlqar dayı, da, mikrofonu- ona qızıl, buna qızıl, ortada qızıl yoxdur. Solmaz, inanırsan İlqar dayıya? Birincisi heç inanmıram. İkincisi var saysaq ki qızılı aparıb, aparan da yad adam deyil. Öz yoldaşınızdır. dayılarla Yaxşı eləyir elə dayılar. Bu yaşdan sonra dediyiniz kimi arxa yeməyi fikirləşirsinizsə Mustafa olmayacaq. diqqətli Mən ol, onları evdəki bilmirəm. qızılların Amma hamısı yox ola bilər. Qızılda nə? mən qızıllarımı, Siz qızıllarımı yaxşı, deyim. siz Öləmək övladlarınızla Fatimə, vaxt qəddar ayırın. yanaşmırsan. Olsaydınız bu dəqiqə burada olmaz. Qəti qəddar yana. Mən də varam. Uşaqlarına bilmir yaxınlaşmaqdan ki, ay arvad, necə eləyək? İndi Arifə olub da. xanımdan sonra bir evləndinizmi? yerişər bunlara İlqar bir bəy, ev Arifə eşək xanımdan sonra eləyək. evləndinizmi? Xeyr. Adam Arifə xanımdan sonra heç evlənməyib Nə baxın. olsun ki? Hardan da Kim idi ki ona Qızların da kişiyə heç kəs də gəlməz. Daxil ailə dağılır. Bu kişi yalanlar, İlqar dayı, muncuq deyə İlqar dayı, bütün arvadlar İlqar dayı, qızlar kənd var. yeri. Özümə səhv müəllim, mən xahiş edirəm. Nigar xanım, mən bir şey anlamadım. Biz burada əsəb stres yaşayırıq, o gülür. Nəyə gülür, mən onu anlamadım. Tanımadığın adamla Gülməli elə olan danış. nədir? O müəllimi Bilmədiyin adamla elə danışma. Mən hərif zat deyiləm. Bilmirəm siz kimsiniz? onda birini görəsən, kaş ki. Biz Sən onda görəsən ki, birini o neçə ailələrə dəstək olur. Mən də Neçə edirəm. Fariz bəy, bizim neçə hörmətli- ailələrə dəstək olur. Neçə hörmətli ailələrə ekspertimizdir. kömək olur. Neçə ailələri birləşdirir. Nə Bəli. qədər erkən nigahın qarşısına alır. İlqar bəy, Onu gördüyünün bizim onda birini danışmırsan görə ki. bilməzsən. Düz olduğu kimi hər Dinləyək, şey buyurun, danışmırsan. buyurun Faiz bəy, buyurun. Olduğu kimi hər şey danış. Hamı bilsə nətər o qədər ssenari qurursan ki, bilmirsən, Türk Məsələn, serialdır bu, məsələn, Braziliya serialdır bu. məsələn. Yəni bunu olduğu kimi, yəni Nağıl onsuz da yəni hamısında məlumat var. Sənədlər sübutu Baxın, qoysun imkan nə? verin də, yəni məsələ sizin evinizdən getmir. Ailə məsələlərinizdən olduğu kimi məsələn düz anlat ki, biz sən Məsələn, də dəstək ola gel bana bilərik. bağlanır. Ramin, O bu durumdan nə başa düşülür? Valla mən anladığım qədərincə ağsaqqal yəqin ki belə mənə görə ağsaqqal da xahiş edirəm. Qulaq asın bir dəqiqə siz mənə yön verməyin. O yaşına görə mənim üçün ağsaqqaldır. İndi xarakteri, Çox sağ ol. davranışı Allah nədir mən razı onu olsun. deyənmərəm. Yaxşı, İlqar bəy, sakitləşin. Siz sakitləşin, mən verəm. Uzman, cərrah ginekoloq Aynurə Necəfəliyevanın sponsorluğu ilə sözün bitdiyi an reklamlardan sonra davam edəcək.
Bəzən hərəkətlərimizin və sözlərimizin arxasında dayana bilməyəcəksə, bunları eləməyə ehtiyac yoxdur, bunları deməyə ehtiyac yoxdur. Mən hələ demirəm, biz nə edirik, verilişin sonuna yaxın və nə etməyə çalışırıq, amma mən sizinlə danışa-danışa çalışıram ki, bir neçə sübut var, onları göstərək. Amma mənə görə bir insan, yəni Rusiyada Azərbaycanlılarımızın bir çoxu çox ağır zəhmətlərlə çörəklərini qazanırlar. Soyuqda, qarda, çovğunda. Mən özüm də Rusiyada böyümüşəm və mən bilirəm orada şərait necədir. Və bizim Azərbaycanlılarımız orada hansı çətinliklərdən keçirlər. Valla gedib xaricdə o çətinliklərdən keçməkdənsə elə öz ölkənizdə o qədər belə deyək, çalışsaz, yenə də gəlib yerə çıxacaqsınız. Və mənim haradasa ürəyim də ağrıyır İlqar dayıya. Çünki indi bu dəqiqə bir gün ailə qurub, hər övladı dünyaya gələndə sevinib. 7 qurban kəsmişəm. 7 qurban kəsib. Və İlqar dayı bu dəqiqə təm təkdir, heç kəsi yoxdur. Mənə elə gəlir ki, siz necə bilə bilmərsiniz, tək başına o kənddə, o soyuqda 2 övladın ola, həyat yoldaşın ola, amma o daxmanın içində təm tək qalasan. Hər şeyin əlindən alına, evin alına, malın alına, övladların əlindən alına, həyat yoldaşın özü tərk eləyə gedə. Elə-belə yaşadım, bir cahanda gəldi keçdi bu ömür. Bilmədim ki, nəyi necə yaşadım, düzənləyib, düzənmədim. Qınamaq, ümumiyyətlə biz qınamağı sevən insanı... Burada bir dənə belə bir söz işlətmişdim ki, İnsan cavan olanda süfrə açır və qocalanda da o süfrənin qırağında oturur. Hər kəs cavanlığında əkdiyini yaşad olanda biçir. Əgər bu insan indi təkdirsə, günahkar onun özü. Mən siz deyən cavanlardan olmamış. Bir dəqiqə, mən cümləmi bitirim, ondan sonra siz danışarsınız. Və bu insan bugün təkdirsə özüdür. Çünki cavanlığında kef eləyib, qocalığında da cavanlığında gedib Rusiyanın Sibirdə ev qazanmışam. Hər oğlun hünəri deyildi ki, şah gedənlər də gedib orada ev qazanır. Ev qazanır. Mənim əlimdə kənət var, hörmətli. Mən bir şey deyim, İlqar da icazə verin mən deyim. Bəs ayrıldınız yoldaşınızdan, bu 30 ildə boşadılar. 30 ildə niyə evlənmədin, niyə ailə uşaq sahibi olmadın? Elə söhbət o idi. İndi də düşmüsən ortalığa bax, indi tək olmazdın, bir yanında qulaq yoldaşın olardı. Mənə evzad lazım deyil, arvad uşaq lazım deyil. Mənim maşallah bir kütə oğlum, qızım var. Bildik də. Mənim evim var, evlərim var, qızılım var. Qulaq yoldaşı lazım idi ki, lazım deyil. Dəzdən qayıdıb köhnə arvadla dava eləməyək. Mənim eləməyək. Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küpəsi kvartiram var. Əlimdə də sənətlər hal-hazırda da var. Evlər. Mən bunu istəyirəm, bunu istəyirəm. Mən sağıma verim. Mən indiki gənclərə baxıram. Səkinə, qızınızın adı Səkinə idi. Səmaya, icazə verərsiniz bir dənə, nə olar danışım. Səkinə, qızının, mən bir dənə bitirim, yekunlaşdırım. İlqar dayının qızının adı Səkinədir. Səkinə, sən bilmirəm nə qədər əziyyət çəkmirsən bu həyatda. Amma bir atanın Rusiya kimi bir ölkədə, o Sibirdə, o soyuqda işləyib gecə-gündüz övladları üçün bir çörək gətirməsini mən bir övlad kimi görmüşəm. Bir gün İlqar dayı sənin həyatında olmayacaq. Amma həyatında olan bütün kişilər, dostlar, tanışlar, fərq eləmir. Bibin oğlu olsun, dayın oğlu olsun, qardaşının elə özü olsun. Fərq etməz. Sənin atasızlığın bütün hər kəsə avantaja çevriləcək. Sənin arxanda ən böyük arxa dirək dediyin göydə Allah, yerdə atadır.
Atanı itirən qızlar bunu bilər. Sən isə ata qədri bilməyən bir qızsan. Mənim atanın hansı nöqsanı olur olsun. Mən bilmirəm mənim atam Rusiyada nə eləyib. Mənim xəbərim yoxdur. Fatimə xanım öz fikrimi məndə bildirim bir aparıcı kimi. Mənim xəbərim yoxdur atam Rusiyada nə eləyib. Amma mənim vecimə də deyil. Keşke mənim atam yanımda, sol yanımda dayanardı. Hər nöqsanı ilə, hər qüsuru ilə. Qoy o davam eləyəydi, nöqsan eləyəydi, səhv eləyəydi, amma atam olaydı. Bunu atası ölməyən qızlar anlaya bilməz və bir gün sən gedib o baş daşını qucaqlayacaqsan. Amma sənə bir səs gəlməyəcək. Nə qədər yalvarsan, nə qədər diz çöksən, nə qədər çırpsan o məzarın torpağını, o ata oradan dirilməyəcək. Və sənin necə bir övlad, necə bir qız olduğundan utanıram. Çünki bugün mənim atam həyatda olsaydı, mən onun nöqsanlarından öpərdim. Tək yaşasın. Mənim İlqar dayı o qədər yazığım gəlir ki, mən demirəm İlqar dayı nöqsansızdır. Mən İlqar dayının nöqsanlarını da bilirəm. Amma tək mənim atam yaşayaydı, eybi yox. Razıydı. Eləsin. Allah heç bir qıza doğrudan qismət eləməsin atanı məzara tapşırmağı. Onda sən bir də böyüyəcəksən, onda bir də doğulacaqsan. Onda başa düşəcəksən ki, bu ətrafındakı qurduğun xülyalar, həyat, dünya, o ev 40 kvadrat səndədir, bəlkə 500-ü məndədir, nə bilirsən. Amma atanın ruhu var, nəfəsi. Onu heç bir var, dövlət əvəz edə bilməz. Sənə görə çox utanıram, Səkinə. Sən indi bu dəqiqə o qoca kişinin yanında olmalıydın. Sən bir qızı kimi onun ayaqlarını yumalıydın, əllərini yumalıydın, alnından öpməliydin, gözlərindən öpməliydin. 30 il o sənin anandan sonra həyat qurmuyub. Və sənə bir şey deyim, mən ona inanıram. Səni eşidəndən sonra, sənin səsini eşidəndən sonra mən ona inanıram. Mən heç vaxt sənin kimi bir övlad olmazdım. Və Allah mənə sənin kimi bir övlad nəsib etməsin. Mənə ümumiyyətlə Allah heç övlad nəsib eləməsin, əgər o sənin kimi olacaqsa. Sənə ayıb olsun. Hoşuna gəldi. Nigar, qızım, Nigar. Kiri deyib. Dönə sizdən üzr istəyirəm. Mən balalarımdan ikisindən də yerlə göy qədər razıyam. Allah onun içində xoşlasın. Yo. Onlara imkan verir. Sən mənim qızımla bəlkə də yaşırsın. Bax, qulaq qızım. Allah biz övladlara, bizlərə, bizə şanslı bir qızıq ki, biz Allah hər kəsə ana verib. Ata da var, ana da var. Ana zaten övladının yanındadır. Amma biz o şanslı qızlardanıq ki, bizim yaxşı atamız olub. Yaxşı ataya layiq olmaq, yəni yaxşı ata olmağı bu bir şansdır. Allah bu şansı verib bizə. O Səkinəyə Allah o şansdan verməyib. Ona görə onu qınamayıb. Mən Fatimə xanım yadınızda mən verilişimdə İlqar dayı, mən verilişimdə bir söz işlətdim ki. Niyar xanım qadan alım, ayaqlarının altında. Estağfurullah. Vəkil Basacıya da qurbanım. Mənim qızımı 3-cü sinifdən sonra qoymuşlar oxumağa. 3-cü sinifə kimi mən özüm oxutmuşam. Mən özüm saxlamışam, mən özüm çörək pişirmişəm, mən özüm xörək pişirmişəm. Mən özüm paltarlarını gümüşəm. Bunu el bilir, indi oturub burada yekə danışmağa Bəs Arifə xala haradaydı? Arifə də getmişdi qardaşlarına qızıl xaçlamağa. El xaçlamağa. Bildi, mən bu gəlməmişsən, hardan bilirdi ki, mənim dərdim bırakıyım. Siz uşaqları gətirmişdiniz. Ayaqlarının altında ölüm. Balalarına qurban olun. Allah eləməsin, Hər şey Allah eləmiş. Ücretdə pul qazanmışsın. Bəli. Hər şey eləmişsiniz, hər şey. Biz 88 imkan vermişsiniz. Fatimə xanım danışsın həyatını. İlqar dayı. Mən 1980-ci ildən Rusiyanın Ulyanov şəhərində yaşamışam. İşləmişəm, fəhlə, palçıq, hörgü içində, buranın uzun çəkər. Orada da pulu deyil qazanmışam, evi də orada qazanmışam, bax bunun tərinlə, bunun qavarlarıyla. Bəziləri ağzı göçür, çox şey danışa bilər. Və qaça-qaçda biz gəlmişik. Gələndən sonrasına da burada mənim bu dediyim kətdəki evdə mən ev almışam. Rusun bulunlar 20 min manat. İnanıram. Onun qardaşları almayıb. Kimin adını almışsınız evin? Öz adıma. Bəs sizin adınızdan onu necə çıxardı? Ay, indi onu deyim.
İndi mən onu yenə deyirəm, üzr istəyirəm, qazanmalım. Bax, mənim bu kimliyim var, kimliyi nədir mənə? O kimliyi haraya qeydiyyata salırsan, yox. Hə, o kimliyi deməli, evi əlindən alınması üçün ölüm kağızı çıxardırlar. Bəli, bəli. Bax, bugünkü günlər qızılı mən sübuta yetirənmiyim. Heç kim inanmasın. Siz ekspertlər də onların. Bu neçənci ildə olub? Neçənci ildə İlqar bəy? 2000-dir, 2001-dir. İndi sual birbaşa ünvanlayırıq hüquqşünasımıza. Mən danışa bilmirəm, mən eşidə də bilmirəm. Buradan bir səs gəlir, buradan bir səs gəlir, eşidə bilmirəm. İcazə verin. Ramil bəy bizim hüquqşünasımızdır və fikir bildirəcək. Hər bir dövlətin biz hər kəs özümüzə cavabdehik də, yəni mükəmməl qanunlar və s. bunlar öz yerində. Amma cinayətkarın milliyyəti və cinsiyyəti olmur. Ona görə də mən inanıram ki, məsəl üçün, mən özümün praktikamda olub deyə, yəni ki, şəxs sağ ola-ola onun adına ölüm kağızı çıxartdırıblar ki, ölüm şəhadətnaməsi ki, mülkü alsınlar. Amma mülki məcəllənin tələblərinə görə şəxsin barəsində hətta ölüm şəhadətnaməsi, ölüm haqqında şəhadətnamə çıxarılmış olsa belə, şəxs qayıdıb gələndən sonra onun bütün hüquqları bərpa olunur. Məsələ bundan hamısı bərpa olunur, bəli. Sizin əgər iddia etdiyiniz mənzil, sizin mülkiyyətinizdə olan mənzil, dırnaq arasında siz öləndən sonra miras şəklində bölüşdürülübdürsə, siz ortaya çıxandan sonra siz o miras əmlakını tamamilə ləğv edib, həmin əmlakı geri qaytara bilərsiniz. Əgər bununla bağlı əlinizdə sənədlər varsa, bax bu veriliş sizə köməklik edə bilər. Bu başqa məsələdir. Qaldı ki, o qızıllarla və s. ilə bağlı. Siz o qədər İlqar dayı mücərrət danışırsınız ki, baxın, nə barədə deyirəm? Mücərrət o mənada deyirəm ki, sizin beyninizdə həyatınızla bağlı informasiyalar o qədər çoxdur ki, biz tərəflərin bir sözü var, deyir, hardan başlayıb, hardan qutaracağını bilmirsiniz. Ona görə də Fatimə xanım dünya görmüş qadın deyir. Fatimə xanım nə isə deyəndə, o sizin... Təhqir eləməz. Xahiş deyirəm, məni təhqir eləməz. O təhqir eləməz. Fatimə xanım sizin el qızınızdır, o sizi təhqir eləməz. Baxın, sizin hər dediyiniz məsələ ilə bağlı addım-ba-addım gəlir. Amma bu mən səhərdən danışmıram, o qadındır, o çılğınlıq əlbəttə ki, ona yaraşır. Amma biz, Fariz müəllim də hüquqşünasdır, biz kənardan müşahidə eləyirik və yekun olaraq görürük ki, yox, siz elə həqiqətən dərdli bir adamsınız. Həqiqətən də sizin başınıza oyuna çıxıblar. Bu məsələ ilə bağlı köməklik eləmək olar Nigar xanım. Ramil bəy, nə eləyə bilərik sizin köməyinizlə? Biz sadəcə olaraq bütün sənədləri ağsaqqaldan götürürük. Ağsaqqal dedim yenə. Ağsaqqaldan götürürük bütün sənədləri. Bir hüquqi qiymətləndirməmizi eləyək. Ondan sonra mən həm sizə deyəcəm, həm İlqar kişinin özünə deyəcəm ki, bax, burada bir də prosessual müddətlər var. Ola bilər ki, ta əvvəldən sizin məsəl üçün əlinizə sənəd gəlib çatandan sonra lazımı addım atmamısınız, müəyyən hüquqi sürəc başlatmamısınız deyə siz müəyyən məsələlərdə gecikə bilərsiniz. Amma yenə də bir işi ucu tapmağa çalışacaq. Bax, belə deyim. Ramil bəy, çox təşəkkür edirəm. Bizim hüquqşünasımız sizə kömək olacaq, bizim verilişimiz kömək olacaq. Əgər ölüm kağızının saxtalaşdırılıbsa, ölüm kağızı və bu vasitə ilə ev götürülübsə, keçirilibsə başqa bir adamın adına... Bu həm də cinayət işidir, bu həm də cinayət əməlidir. Arifə xanım, Əli bəy və Səkinə xanım, hazırda bu evlər sizdədir. Amma bu o demək deyil ki, sizdə də qalacaq. Əgər Ramil bəy sübut eləsə, İlqar bəyin verdiyi dəlillərə və sübutlara əsasən, bu zaman təkrar bir məhkəmə olacaq. Bir məsələ də var, Nigar xanım, baxın, bir şey deyim. Bir məsələ də ondan ibarətdir ki, hər bir sənədin verilməsinin bir hüquqi əsası olur. Məsələn, daşınmaz əmlakın reyestri haqqında qanunda göstərilir ki, məsələn, əmlaklar insanlara notarial müqavilələrlə keçə bilir, miras əmlakı qismində keçə bilir, bağışlanma formasında. Əgər bu əmlakın əsasını ölüm şəhadətnaməsi təşkil edibdirsə, kişi sağ ola-ola
Bu bilirsiniz nə deməkdir? Nə deməkdir? Bu o deməkdir ki, dələduzluq bir tərəfi, ayaq saqqal. Dələduzluq bir tərəfi. Bu tutun da bu kişinin ölməsi ilə bağlı tibbi rəy verən adamdan gəlin qeydiyyat şöbəsinin rəhbərliyinə qədər, oradan gəlin notariusa qədər dediyi məlumatlar. Dediyi həqiqətən də budursa. Əgər dedikləri həqiqətdirsə. Ölüm kağızı çıxmazsa, artıq o hissədən başlayaraq kişinin şəxsiyyət vəsiqəsinin etibarsız məsələ. Şəxsiyyət vəsiqəniz üzərinizdədirmi dayı? Mən bir dənə o sənədi alardım, Ramil bəy göstərəcəm. Əgər ölüm kağızı olubsa, o zaman şəxsiyyət vəsiqəsi necə verilir və varmı və etibarlıdırmı? Yeni təzələrdən də özdən. Bu nəfər ölən adamın nətər təzə? Necə yenilədir Ölən adamın vəsiqəni? nətər şəxsiyyət vəsiqəsi? Ölübsə necə yenilir? Yox, ölən adamın şəxsiyyət vəsiqəsi. Ramil, bunlarda əl izi var. Düzdürmü? Bu adam əl izinə gəlib bunu yeniləyib. Verməyin, səsimi verməyin. Digər sənədlər hardadır? Digər sənədlər. Mənə Leyla gətirərdiniz digər sənədləri. Uşaq dedi ki, uşaq nə dedi? Ay Nigar xanım, mənim əgər anamın 20 kilo qızılı varsa biz neçə kirayədə qalırıq? Ölüm kağızı surəti var nəsə orada? Ölüm kağızının surəti var. İlqar dayı, gəlin, gəlin. Mikrofonu götürün, gəlin. Amma məhkəmədə sənə ölüm kağızı Ramildən surəti bax görün keçir. nələr tapa bilirsin. Olar mı yaxınlaşında? Müdafiələr sifariş deyiləm, çəyisi. O mənim doğum şahidlərim. Təzə almısan. Bəli, bəli. Niyə hanı mənim o köşkədə? Bunlar nədir, ay İlqar dayı? Göstərəcəm. Göstərmək olmaz bunlar, denən Yox, bu göstərir. Yox, olmaz ki. Onlara göstərim. Danışacaq. Kameranın arxasından göstərim. Bunlar nədir ki? İndi bu sifariş deyiləm, baxın, inanın ki, mən yalancı deyiləm. Yaxşı İlqar dayı. Fatimə xala sizi prosta şey. Bu mənim Övlad mı, qayın? Nə bilim. Avropaya, yox, Avropaya müraciət edirəm.
danışan, sözün bitdiyi an verilişdən, canlı yayından zəng vururam. Arifə xanım, İlqar bəy buradadır və bizə sənədlər də gətirib və bu sənədlər müxtəlif indi baxırıq hamısına, amma bizə bir iddia elədi ki, siz ölüm kağızını çıxartdırmışsınız və qızıllarını oğurlamışsınız, ölüm kağızı çıxartmışsınız və evi adınıza çıxartmışsınız, keçirtmişsiniz. Belə bir şey olub mu? Ay xanım, mənim 65 yaşım var. Mən o adamdan 30 il bundan qabaq qutarmışam. Bildik, siz ölüm kağızını çıxartmışsınız mı? Təzədən iddia qaldır. Mən onların o orada dediklərinin hamısını 30 il bundan qabaq məhkəmədə ona hamısını sübut. Mən başa düşdüm, o 30 il əvvəl idi. İndi bizim... O şeytanı oraya çıxardıb cəmaatın içində özündə ritim qazanmayın. Ay xanım, bir dəqiqə dinləyin siz məni, zəhmət olmazsa. Xanım, dinləyin siz məni. Arifə xanım, siz ölüm kağızını çıxartmışsınız, yoxsa çıxartmamışsınız? Onsuz da burada vəkillər var. Ölüm kağızı, siz sabahdan ölüm kağızı çıxarmışsa o adama. Bəs ev necə bir adamın adına alınır, amma sonra sizin adınıza keçmiş olur? Nə? Bu ev, bu dayı bu evi öz adına alıb. Sonradan nətər oldu ki, Nərimanovdakı, Bakı şəhər Nərimanovda yerləşən ev mənzil? Amaliye verdiğin ev, Çeşmiye verdiğin ev, zaten Tofik'e verdiğin ev. Həmin evi deyirəm. Arifə xanım, sizdən sual sor. Arifə xanım, zəhmət olmasa belə danışan, biz onsuz da burada vəkillər buradadır. Siz artıq əski danışa bilmərsiniz. Dinləyin məni. Siz mənə bir dənə sualın cavabını verin. İlqar dayının evi necə oldu ki, öz adından keçdi sizin adınıza? Mənim adıma evdən sorulur. Mən 21 il 2 yetimlə kirələrdə yaşamışam. Onun evi də başına dəysin. Onun hər şeyi də başına dəysin. Başa düşdüyü, bəs bu ev indi kimin adınadır? Onun evini mən dəyişmişəm, mən yemişəm. Allah bana dəysin, yoxsa Allah ona dəysin. Ay Arifə xanım, sizdən sual soruşuram ki, bu... Cəmaatın içində məni biabr eləməsin. İkisiz onun üzündən biz... Arifə xanım, siz mənim sadəcə bir sualıma cavab verin. Deyirəm ki, İlqar bəyin adından bu ev sizin adınıza və ya uşaqların adına necə keçib? Vəkalətnamə olmadan, adam rəhmətə getmədən. Bizim heç bir evimiz yoxdur. Ay qadan alın. Hələ də biz kirələrdə onun evində yaşayırıq. Mənim evim zaten... Nərimanovdakı evdən danışıram. Nərimanovdakı. Düzdür İlqar dayı? Mən Nərimanov evzadı tanıram. Yalandır bunun hamısı. Böhtandır. Uşaqları kim oxudub? Uşaqları kim oxudub Arifə xanım? Mən oxutmuşam, mən. Bəs İlqar dayı deyir axı, mən baxmışam Səmayəyə. Yalan sonra. O uşaq tanımayır. 21 il mən kirələrdə gecə gündüz işləyib mən uşaq saxlamışam. Kızım 2-ci qrup ərildi. Onun kişiliyi taxtdan çıxıb onda özünü tələb et. O məndən sonra uşaqdan alıb boşuyub. Neyniyib? 3 dənə arvad alıb boşuyub. 3 dənə arvad alıb və boşuyub. Hə, mən 30 il bundan qabaq ondan boşalmışam. 300 dənəsini almışam, 700 dənəsini almışam. Mən onun hardan olmuşam ailəsi. Yox, siz deyirsiniz ki, o evlənməyib axı sizdən sonra. Qədət deyir o. Mən evlenseydim. Danışdığının hamısı yalandı. Gel buraya subuta getir. Niyar Hanım'ın ömrü uzun olsun. Anar müəllimin ömrü uzun olsun. Vəkillər burada, burada 10 milyonluq Azərbaycan bizə var. Arifə xanım, biz sizi efirdə gözləyəcəyik. İndi rejissor otağından sizlə əlaqə saxlayacaqlar. Müsalə xanım əlaqə saxlayacaq. Bəli. Mənim 65 yaşım var. Mənim adımı tanımıyor. İndi əlaqə saxlayacaq Müsalə xanım sizlə. Təşəkkür edirəm Arifə xanım zənginizə görə. Mən indi canlı yayını davam eləmək məcburiyyətindəyim. Sizlə əlaqə saxlayacaq. Sağ olun. Reklamlara giririk biz. Uzman, cərrah ginekoloq Aynurə Nəcəfəliyevanın sponsorluğu ilə sözün bitdiyi an reklamlardan sonra davam edəcək. Xalid kimdir? Yoldaşınıza kiməsə etibarnamə verə bilərsiniz, verməmisiniz. Oğlunuza da verməmisiniz. Heç kəsə etibarnamə verməmisiniz. Telefonda qaynar xəttə tamaşaçımız var. İlqar bəyi görüb və zəng vurub, adı Xaliddir. Xalid bəy, eşidirəm sizi. Alo, salam Nigar xanım. Salam Xalid bəy, buyurun. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Buyurun, eşidirəm sizi.
Mən İlqarın qonşu kəndçisiyəm. İlqar mənim nə əmmim oğludur, nə Aha. dayım oğludur. Aha, bəli. Yəni orada o Fatma xanım baxıram İlqar bəyi təhqir eləyir. O Aha. işi bilmədən, işin içini bilmədən. O Aha. ona sual verilsin, bax mənim sualım ona yönləndirsin. Siz İlqarı tanıyırsınız o ki. İlqar mənim gözümün qabağında, İlqar mənim gözümün qabağında. İlqar mənim gözümün qabağında o 3-4 yaşına qədər o uşaqların əziyyətini, paltarına qədər özü yuyurdu. Ayıbdır, bir özü aparmağı bil. 3 yaşına qədər. Aydındır. Yəni Yəni deyirsiniz ki, yanlarına deyirsiniz ki, sağ. ölüm kağızı alınıb və ölüm kağızı vasitəsilə miraslar keçirilib xanımın Alo. adına. Bəli. Hə, bax o İlqar elə o uşaqlar indi nankör çıxıb. O uşaqlar ona baxmır. O uşaqlar. Bəli. Bir dəqiqə, sualı mənə ünvanlayıb Bəli. da. Ay Xalit bəy, siz sualı mənə ünvanladınız, mən sizin sualınıza cavab verim. İlk Bəli, əvvəl buyurun. mən heç bir kəsi təhqir eləməmişəm. İlqar da təhqir eləməmişəm. Mən Deyirsiniz sadəcə ki, olaraq günah sözümü ondadır, demişəm. belədir, Mən bugün elədir. o sözümü sizə də deyirəm. Yəni ki, sizin də ailəniz var. Bugün ailəsinə sahib çıxmayan kişi, bəli, mən qəbul etmirəm. Yaxşı, ailəsinə Səsini sahib tonu salaşan, çıxmayan səsini qadın tonu nətəri? salaşan. Ailəsinə sahib çıxmayan kişi, balalarından Yox. xəbəri olmayan kişi, burada gəlin nağıllar danışan kişiyə, Ailəsinə bəli, mən sahib sözümü çıxmayan deyirəm. qadına Mən nə siz deyirsiniz? qonşu kənddən, nə bilirsiniz bu ailəsində neyniyir? Ay İlqar da bir saniyə. Bəlkə mətər qalıb, nətər haykü eləyir. Sizə icazə verən, zəhmət olmasa icazə verin. İlqar dayı, icazə verin. Batıraya burada, reştorlar İcazə hara verin. batır? Zəhmət olmasa icazə verin. Bəli, Orada Rəmin. deməli sənədlərin içində həmin mənzilin Arifə xanımın adına rəsmiləşməsini əsası kimi 2004-cü il tarixli bir notarial var. müqavilə var. Aha. Yəni indi 2004-cü il müqaviləsi artıq 21 ildir də, yəni. Onlar artıq Ədliyyə Nazirliyi Notariat Baş İdarəsinin arxivindədir. Yəni mütləq şəkildə sorğu verilməlidir ora. Və o belə deyim də qeydiyyat vəsiqəsinin əsasını təşkil edən alqı-satqı və onun digər sənədlərin hamısı qaldırılmalıdır. 2004-cü ilə kimin hörmətli vəkil? 2004-cü Hüquqşünas deyil. ev kimin adına olub? Hörmətli vəkil. Mən vəkil deyiləm. Vəkil o adamdır ki, Vəkillər Kollegiyasının üzvüdür. Mən kollegiyanın üzvü deyiləm. Siz mənə elə hüquqşünas Ramil bəy deyin yetərli. Ramil bəy, yaxşı, sualı belə qoyun. Zəhmət olmasa. Mən indi vəkilimlə danışıram. Biz çalışacağıq bir köməkliklər eləyək. Tamam, gözləyirəm o zaman mən. Ramil bəylə birgə köməkliklər eləyəcəklər. Gözləyirəm. Eləyərik. Gəl xanım, olsa sizə kömək eləyər. Çünki öyle bir insan Bizim və mənim və çox üzr istəyirəm. Mənə icazə verilmir bu efirdə danışmağa. kömək eləyəcək. Amma mən Mənim vəkillərim var. İlqar da icazə verin. Vəkillər də mənim. Mənim öz vəkillərim Etibar bəy və İntiqam bəy verilişi izləyirlər və mənə zəng vurdular. Ramil bəylə birgə birləşəcəklər və İlqar bəy bu söhbətin sonuna qədər gedəcəklər. Çünki mən sizin simanızda, mən özümün də atamın başına belə şeylər gəlib. Öz qardaşı varını, dövlətini aldı əlindən, sonra küçələrə sürgün elədi, küçələrdə qoydu. Ondan sonra dedi ki, neyniyim, həyat idi. Həyat deyil bu, qayda var, qanun var. Çox peşmanam ki, mən o əmimdən heç kəs qisasını almadı vaxtında və biz də dedik, neyniyək, qardaş idilar da, elə şey yoxdur. Dərəbəylik deyilən bir şey yoxdur. Qanun var, qayda var və əgər bu sənəd saxtalaşdırılıbsa, sona qədər gedəcəyik. İstəyir 100 vəkil, yenə 100-ünün də xərcini çəkməyə hazırıq. Amma əgər Arifə xanım belə bir addım atılıbsa, əmin olun, bizim verilişi qarşınızda görəcəksiniz. Mən bu kişinin halal zəhmətini heç kəsə yedirtməyəcəm. Sırf bilirsiniz niyə? Bəlkə də başqa bir aparıcılar kimi deyərdim ki, hə, verilişin xətrinə, veriliş belə, nə bilim, cəmaat baxın, hər şey bir tərəfə. Bu həyatı özüm yaşamışam. Bu həyatı mənim atam yaşayıb.
Və mən istəmərəm başqa bir kişi bu həyatda yaşasın təkrar olaraq. Ona görə də mən indi vəkillərlə də danışırıq. Ramil bəy o qədər möhtəşəm hüquqşünasımızdır ki, o qədər möhtəşəm. Mən özüm hüququ oxumuşam, bilirəm, mənim o qədər vəkillər var ətrafımda. Mən Ramil bəyin o qədər can yandırdığını, həqiqətən hər şeyə can yandırır. İndi, yəni mən tanıyıram da Ramil bəyi. İçi yanıb alovlanır ki, əgər belə şey olubsa, bu nə deməkdir? Yəni inanın ki, mənim heç sözümə ehtiyac qalmır. Özü gəlir, sənədləri götürür ki, neyniyək? Arifə xanımı necə gətirəfəsək? Arifə xanım, əgər siz də günahsızsınızsa, belə telefondan 1000 dənə söz dediniz, onun yarısını kəsdik, yarısına xod verdik, yarısına səs verdik ki, düşməsin efirə. Əgər siz də belə günahsızsınızsa, qanun qarşısına, qanunumuzun təmsilçisidir Ramil bəy burada. Gəlin qarşısında əyləşin, fikrinizi bildirin. Mənə çox maraqlıdır. Əgər etibarnamə yoxdursa, bir adamın adından ev necə o biri adamın adını avtomatik keçmiş olur? Burada alqı-satqı baş verib və bu alqı-satqıda İlqar bəy deyir ki, mən etibarnamə verməmişəm. Onda bizdə belə bir ehtimal qalır da, nəsə. Ya ölüm kağızı doğrudan da yer alıb, saxtalaşdırılıb, ya da ki, başqa bir tanış-tunuşla orada bir imzalar, ya nəsə, bilə bilmək, istənilən halda biz bilmirik nə baş verib. Amma bunu biləcək kimlər? Hüquqşünas vəkillər, hamısı araşdırmaya alacaqlar və bu mövzunun sonuna qədər eniş eləyəcəklər. Mən bir sual verdim, bayaq siz burada aləm qarışmışdı bir-birinə. Mən sual verdim ki, o uşağa kim baxıbmı İlqar dayı? Siz mən cavab verə bilmirdiniz. Siz mənim sualımdan qaçırsınız. Siz mənim sualımdan qaçmaqla deyil. Uşaq İlqarın yedəyinə tulluyub, damların altında qoy. Sən hansı qarğılı bağda gəzirdin? Uşaqları da mən də damın altında saldım. 3 dəfə deyirsiniz ki, məndən sonra evlənib. Ay babam, boşanmısınız Arifə xanım. İlqar dayı icazə verin də mən də danışım. Bir qismət çörəyə alıb getdi, verdi mi? Siz boşanandan sonra o 300 dəfə də evlənə bilər. Sizə nə? Sizə nə? 300 dəfə də evlənir. 500 dəfə nə bilim, sizə nə? Qırqızıla gələndə isə, mən Qızıldan da sizə sual verdim. Siz yenə o sualdan da başqa bir səmtdə yönəldiniz. Siz o suala ümumiyyətlə cavab vermirsiniz. Biz burada oturanların hamısı, İlqar dayı ilk adam deyil, biz görürük. Bizim hamımız televiziyada olan adamlarıq və biz mimikdən sual verəndə neçə saniyədə bizə geri cavab verirsiniz, biz bunların hamısını anlaya bilirik. Siz mənim verdiyim bütün suallarda elə bir dənə söz deyəcək, başına dəysin. Biz elə bilmirik nə kimin başına dəyir. Mikrofona danışır qarda, heç kəs siz. Və 2024-cü ilin yadıma yeni il. 2024-cü mənim qonaqlarıma bəli, hörmətlə, çünki onların yaşadıqları var və mən istəyirəm. Bəli, buyurun, mən indi danışıram öz vəkillərimlə. 2024-cü ilin dekabr ayında mənim... Əgər mən ölmüşəmsə da, mənim ölüm axtımı verin, bu bir. Ölünün axtına təzəlikcə, ruhu və psixi xəstə sənətini hansı əsaslarla çıxartılır? Onu hardan? Odur. Onu hardan bilirsiniz ki, o var? Varmı o sənətin? Bəli, mən buraya da belə gəlməmişəm. Hanı ölüm kağızı hanı? Azanı alıb gətirəcəyəm. Ay kişi, sən gənə məlli. Ay İlqar dayı, mən ölüm kağızını axtara-axtara qalım. Ölüm kağızı orada deyil. Yox, o arxivdədir, düzdür? Yaxşı. Sizin bu ölüm kağızının saxtalaşdırılmasına dair nəsə bir sübut varmı, dəlil mi varmı? Dəlil sübut olması demək deyil. Dəlili istifadə etmək olar, amma bu sübut anlamına gəlmir. İndi mən cavab verim mi? Bəli. Hörmətli Niyar xanım. Buyurun. Mən onu deyə bilərəm ki, əgər mənim adıma ev yoxdursa, o uşaqların dədəsi mənəmmi? Və o uşaqların adına hal-hazırda Küçük kəndində ev varmı və o uşaqlar Küçük kəndində sən Allah mənə imkan ver qoydanmışsın. Atma gəlir, sən qutar mənim başımı xarab eləmə. Uşaq deyil, kirədə yaşayır. Mən başa düşürsən, gəncəm. İlqar dayı, sakit cavab verin, məntiqli sual soruşur. Ay İlqar dayı, məntiqli sual soruşur da Fatimə xanım. O uşaqlar harada qeydiyyatdadır? Uşaqlar harada? Mən ölmüşüm. Mən onların dədəsidir. Mənim bu günə qədər sizin xətrəniz, bir də hüquqşünasınızın xətrənə hələlik müvəqqəti. Mən ölmüşəm, yoxam. O evdə, həmin incə baxdığınız evdə kimlər qeydiyyatdadır, o sənətli evdə çıxardacaq qadanlar. Dediniz ki, İlqar dayı, ki 2024-ün o ruhi əsəb xəstəliyinizlə... Dekabr ayında.
İndi bax, o sənədi əgər çıxartsanız, Deyir, Ramil, yəni ola bilər ki, fəaliyyət qabiliyyətsiz elan elətdiriblər köhnədən, Aydın. özlərini qəyyum təyin eləyiblər, Yəni ki, güya nəsə ruhi xəstə, psixoloji problemi var ki, qərar qəbul etmə. İlqar da inşallah icazə verəcəksiniz, İlqar da inşallah ağzımı aça biləcəm. Deməli, siz deyirsiniz ki, o ölüm çıxardıblar saxta, o Belə sizdə eləyirsiniz, yoxdur. İlqar da arvad da qaçıb, bir dənə diyanın qulaq asa. Deməli, Ramil bəyin dediyi odur ki, ehtimal da var ki, ruhi dispanserdən psixoloji qərar verməsinə dair sənəd təqdim olunub ki, evin alqı-satqı qərarları artıq xanımına dövrəyə olub. Baxın, o 2024-də aldığını dedi. Ola bilər ki, o sənədin kötüyü daha köhnə tarixdədir. Yaxşı, mən belə bir şey deyim. Bu kişi gəlib bir meşox sənədlə. Amma əsas iki sənəd var ki, biri onun psixoloji durumunun yerində olmamağı saxta çıxardıblar. Deyir, məndə var, gətirəcəm. Onu gətirməyib. Və bir də saxta ölüm kağızı dediyi yoxdur. Yox, bir şey Ölüm kağızı heç kəsə vermirlər, Gönül xanım. Yox, elə deyil. Onun sizin haqqınızda, əgər bu deyirsiniz çoxdan çıxarılıbsa, tutaq ki, neçə il qabaq sizi ölü elan eləyiblər? O kağızı neçə il qabaq çıxardıblar? Mən 2000-ci ildən bilmirəm. Aha, 2000-ci ildən bir adam haqqında, ölüm haqqında şəhadətnamə çıxardırlar. Saxta. Adam ortalıqda gəzir, şəxsiyyət vəsiqəsi alır, Bakıya gəlir, Bakıdan rayona gedir və heç kim bunu bilmir. Bu biraz absurda oxşuyur. Və adam gedib müraciət eləyir. Azərbaycan Respublikasının çox gözəl qanunları var. Gedib müraciət bu qədər efirə çıxır, deyir, məni ölü elan eləyiblər. Hamı buna biganə yanaşır. Bu absurddur. Mənim kimliyim bu olur. Siz pensiya alırsınız, pensiya. Hörmətli Niyə verilişdir 10 milyonluq xalq. Mənim kimliyim bu olur. Bu kimliyi, bu yaş kağızını bax, doğum şəhadətnaməsini mən sonra almışım. Baxın, baxın. Niyə? Nə olmuşdu ki? Əliyev İlqar İsmail oğluna ondan ötürü ki, həqiqətən də o Göygöl rayonunun Quşçu kəndində yaşayır və işləmir. Arayış Göygöl rayon DSMF-nə təqdim etmək üçün verilir. Ramil bəy, bu verilib 2013-cü ildə fevralın 15-də. Bu isə doğum haqqında şəhadətnamədir, düzdürmü? Bərpa. Bərpa nə demək? Yəni məhv olubdur ortalıqda. Yox, dublikat başqa şeydir. Təkrar bərpa olunur. Yəni ki, bərpa, sənad... Sənin qurban olun, adam pensiya alır. Ölmüş adam nə pensiya alır? Yaxşı, metrika doğum haqqında şəhadətnamə niyə bərpa olunub? Yaxşı, doğum haqqında şəhadətnamə niyə bərpa olunub onda? Bərpa niyə? Mənim də bu dəqiq doğum haqqında şəhadətnamə cırılıb, gelib bərpa elətdirməliyim. Dublikat alırsınız. Dublikat gedirəm yerdən çıxartdırmalıyım da təzədən çıxartdırmalıyım. O siz aldığınız sənəd dublikat alacaqsınız. Ramil bəy, bunun nəyin əsasında bərpa? Ramil bəy, bu yolda deyil. Mən açıqlama verim, bizə deyil. Ona görə ki, bunlar depsizilmir. Kameralar yaxın gəlməsini istəyirəm. Adamın Bir, 30 dənə bu əvvəl verilən arayışdır. Bu isə doğum haqqında şəhadətnamə və bu şəhadətnamənin üzərində belə bir yazı var. Ən yaxın göstərə biləcəyim kamera haradır? Yaxınlaşacağım. Yaxınlaşacağım. Bu sözü göstərmək istəyirəm hər kəsə. Fokusu verək ki, düşsün. Bu şəhadətnamənin üstündə bərpa sözü yazılıb. Yəni, bu dublikat deyil. Əgər şəhadətnamə itərsə, bu şəhadətnaməni təkrar gedib götürmək istəyəndə dublikat verilir. Amma nəsə baş verəndə, şübhəli nəsə baş verərsə, bu bərpa olunur. Və bərpa olunması növbəti bir dəlildir ki, bəli, məhkəmə qərarı ilə bərpa edilir. Ramil bəy deyir ki, doğum şəhadətnaməsinin bərpa olunması üçün məhkəmə qərarı lazım. Məhkəmə qərar verir və hüquqi faktı təsdiq edir. Yəni, bəlkə də İlqar bəy doğrudur. Ortada heç özünün də bilmə, bəlkə də ölüm kağızı deyilmiş ki bu. Bəlkə də başqa bir sənəd var ortada. Yəni, bayaq dediyiniz kimi o bir torba sənəd gətirib tökür. Yəni, Fariz bəylə mən, yəni hüquqşünaslar onun üçündür ki, onun hamısını bir-bir dənləyir, hamısını yerinə qoyur. Mən doğrudan da, mən bir şey deyim, mən Ramil bəy,
hər şey bir tərəfə, mən doğrudan da Ramillə o qədər qürur duyuram. Var olun, təşəkkür edirəm. O qədər qürur duyuram ki, mən nə yaxşı ki, mənim verilişimdəsən, Ramil. Sağ ol. Həqiqətən, hər şey bir tərəfə insanlığını mən müşahidə edirəm və şokdayam. Çünki o qədər canı yanır ki, və bir hüquqşünas, mən bilirəm ki, hüquq dünyasında bir vəkilin və bir hüquqşünasın kəskin fikir bildirməsi məhkəməyə qədər doğru olmur deyə, o bu dəqiqə nəsə bir fikri kəskin bildirmək istəmir. Amma mən görürəm ki, o artıq bu mövzunu alıb öz nəzarətinə və təxmin də eləyirəm o nə düşünür. Elə eyni şeyi düşünürük biz burada. Arifə xanım, sona qədər gedəcəyik. Arifə xanım, əgər günahsızsızsa, mən sizi burada istəyirəm. Gəlin, bizim vəkilimizin, hüquqşünasımızın qarşısına, milyonlarla Azərbaycanlının qarşısına, ekspertlərimizin qarşısına gəlin. Mən Fatimə xanımın da Arifə xanımı görməsini istəyərəm. Bəlkə fikriniz dəyişər Arifə xanım. Ola bilər ki, Arifə xanımı görəndən sonra, Arifə xanımı, bəlkə gəlib deyəcəm ki, ay kişi, sən Allah bağışla, sən çox gözəl adam imişsən. Zulüm budur. Bəlkə elə deyəcəm, onu bilmək olmaz. Mən bir şey deyim Fatimə, mən Bəlkə də Arifə xanımı görəndən sonra deyəcəm, elə bu kişi düz adamdır. Bax, mən 15 dəqiqə əvvəl Arifə xanımla danışdım. Arifə xanım, aman, ay Allah. Ay Allah, sizi heç narahat eləmədi ki, sizi canlı yayında olmağınız belə narahat eləmədi, ağzınızdan gələni dediniz. Ayıbdır valla, ayıbdır. Ayıbdır. Çünki görkəliyəm. Savatım var, 2 dənə yutdum. Bilməsəydim bu kişinin yanında, o xanımın izləməzdim. Bunlardan bilmədiyimi görgənmişim. Mikrofona danışın, bir dənə İlqar bəy, mikrofona danışın. Allah köməyiniz olsun, niyə? Canınız sağ olsun. İsa kimdir İlqar dayı, İsa? Uşaqlarımın dayısı. Uşaqlarınızın dayısı. Bəli. Və qaynınız da var, qaynınız. Qaynıdan, elə qaynar qazanar. Qaynınız, niyə 2 dənə fərqli nömrədir məndə? Biri İsa'nın nömrəsi. Biri Maksimin, Maksim də var, o da. Maksimlə əlaqəniz necə olub? Nə olub? O da onların bir tanı. Bir də İsa ilə necə olub əlaqəniz? O da nə olub? Mənə bu Bakıya gələndə indi bəyəxyə qoymurlar, eylə. Mən buraya Bakıya gəldim. Valla gələndən danışsan, susmursan. Hörmətli vəkil, mən buraya gəldim, mənim məhkəmə qurulanda gəldi, Arifi gətirib gəlmişdi. Arifə belə məhkəmə qurulanda işə dedi ki, səni fırsətə buralar. Sizlə danışan Nigar Fərhaddır, sözün bitdiyi an verilişindən və burada sizin bacınızın keçmiş həyat yoldaşı İlqar bəy əyləşib və evi haqqında biz bir müzakirə aparırıq, indi canlı yayındasınız. Mən bilmək istəyirdim, bəlkə sizin xəbəriniz ola, İlqar bəyin evi necə olub ki, Arifə xanımın adına keçib, etibarnamə olmadan alqı-satqı baş verib? Mən bilmirəm, o bəyamatı bilmirəm. İlqar bəyə deyin ki, mən onu məhkəməyə vermişəm, təhqirə söyüşə görə. Sonra mənə cavab verir. Mən heç nəyə bilmirəm, xahiş edirəm, narahat Yox, bir dəqiqə, İsa bəy, bir dəqiqə. Canlı yayındasınız, suallardan qaçmağa ehtiyac yoxdur. Zəhmət olmasa İlqar bəy, siz də təhqirinizi dayandırın, əgər olubsa belə. Biz burada vəkillə və hüquqşünasla əyləşmişik, hüquqi və qanuni suallarımızı soruşmaq istəyirik. İsa bəy, sizin bu ev haqqında hər hansısa bir məlumatınız varmı? Xanım, dedim, yox, qətiyyən yox, mənim heç bir məlumatım. Bacınızla əlaqəniz varmı, Arifə xanımla? Əlaqəm var, niyə yoxdur, bacım da o nə deməkdir? Əgər bacınızla əlaqəniz varsa, bu zaman Nərimanovda yerləşən ev haqqında heç bir fikriniz yoxdurmu? Qətiyyən yoxdur, çünki mənim ondan xəbərim yoxdur. O yazır ki, oraya buraya yazır, müraciət edir ki... Bayaq dediyim kimi, İlqar bəy, sizin səsiniz də efirdədir, canlı yayındasınız. Mən bilmək istəyirdim ki, bir qayın kimi, yəni hal-hazırda İlqar bəy doğrudan da çox bir pis vəziyyətdədir. Evi əlindən alınıb, uşaqlarını görə bilmir, uşaqları yanında deyil, nə bilim, bildirdiyi iddialara görə də qırqızılları da əlindən alınıb. Siz İsa bəylə son dəfə nə vaxt görüşmüsünüz, nə vaxt danışmısınız? Yəni aranızda nə vaxt bu verbal bir danışıq olub? Mən qətiyyən olmuyubdur, onunla heç bir danışığım olmuyubdur. Ən son dəfə nə vaxt olub bəs?
Dediyinin başımla cevap verirəm ki, 100% hamısı yalandır, uydurmadır. Çünki o yazır ki, güya ki, hər yerə müraciət edir, güya ki, kimsə də onun adına ölüm kağıdı çıxarıb. Necə çıxarılıb ki, o 20 ildir, 30 ildir pensiya alır. O necə olan şeydir? Niyə belə... Pensiya da alır. Bəli, əlbəttə ki, pensiya da Bəs alır. pensiya... Onun İlqar bəy, siz necə pensiya alırsınız əgər siz qeyd? Kim onun yerinə onu dəyişə bilər? Mənim hüquqşünasıma İsa bəy, üzr istəyirəm. Mən bir dənə hüquqşünasıma verəcəm telefonu. Sizdən bir-iki sual soruşacaq. Salam aleyküm İsa bəy. Aleyküm salam. Mən soruşmaq istəyirəm ki, deməli, bayaqlarım dediniz ki, İlqar bəyi məhkəməyə vermişsiniz təhqirdən dolayı. Əgər heç bir ünsiyyətiniz yoxdursa, onun sizi təhqir etməsini hardan necə bilmişsiniz və bununla bağlı, belə deyim də, məhkəməyə müraciət eləmişsiniz? Sosial şəbəkələrdə onun çıxışlarından, onun təhqirindən yer yoxdur. O yox ki, mənim ailə üzvlərimi, mən başımla cavab verirəm, onun heç bir dediyi sözlərdən mənim heç birindən xəbərim yoxdur. Qardaşım, mən devlət məmuruyam, mən elə şeylərə heç vaxt... Bu sizin vəzifənizə və ya hər hansı bir məqamınızla bağlı bizim heç bir sualımız yoxdur. Bu sadəcə bir məişət mübahisəsidir. Və o səbəbdən müəyyən məsələləri də elə məişət zəminində biz aydınlaşdırırıq. Başqa kimsənin vəzifəsi ilə falanla işimiz yoxdur. Sadəcə olaraq bu kişinin təqdim elədiyi sənədlərdə müəyyən bir, belə deyim də, şübhəli məqamlar var. Ona görə biz fikirləşdik ki, bu məsələləri elə birinci qohumların öz arasında biz bunu müəyyən edək. Ardından əgər hər hansı bir hüquqa zidd davranışlar olanda artıq, belə deyim də, inciklik olmasın bu qəbildən, bu məsələ ilə bağlı. Siz olarmı bir söz soruçum? Onun əlində hansısa məsələ üzrə bir faktı varmı ki, doğrudan da onu sənədini uğrayıb kimsə də... Məsələ bilirsiniz nədir İsa bəy? Adamın əlində 2001-ci ilin orderi ola-ola 2001-ci ilə qədər dövlət tərəfindən verilmiş order ola-ola 2004-cü ilin alqı-satqısı ilə Arifə xanımın adına qeydiyyat vəsiqəsi verilir. Bu biraz şübhəli məqamdır mənim üçün. Hansı evinin, kətdəki olan evinin? Bəli. Mən xahiş edirəm sizdən. Onun hamısı uydurmadır. Arifə xanım özü banka girib pul verib, götürüb 20 min. O evi alıbdır. Onun heç bir şeydən, neysə qardaşım, bu telefonluq söhbət deyil. Elə ona görə mən dedim ki, yəni bu məsələləri biz... Əgər sizin üçün maraqlıdırsa da, mən məhkəməyə vermişəm. Gəlin bir yerdə ayrılaşdıraq ki, adam insana nə qədər şər atar, nə qədər uydurma danışa bilər. Oturub orada gedir, gəlir, siz də onu efirə verirsiniz. Ayıbdır. Başa düşürsünüz, ayıbdır. Aydındır, İsa bəy, zənginizə görə təşəkkür edirəm. Sağ olun. Biz bir kişiyə uyğun hərəkətlər eləmirsən. Biz bu məsələn Sabahtına görə, dünya görüşünə görə. Mikrofon İlqar dayı. Bayaqdan üçlüyünüzü tutarmış. Mən Ne oldu? çoban, yox, indi şehirdə deyil. Mən çobanım, beysabatam. Siz də Eləsən sabahtasınız, ali sabahda dünya görüşünə. Siz məni niyə təhqir edirsiniz? Ay kişi, burada bizdən... Mən buraya dərdimi götürüb gəlmişəm. Heç kim Mən haqqımı İlqar dayı süqunu təhqir verir. İmkan eləmir və mənim vermişsiniz verilişimdə heç kəs təhqir eləyə bilməz. Kimi? Çünki siz o kişi ilə razılaşın, mənlə yox. Burada bunu O yarışın. qadın yazıq sizə ərə gəlib, boşanmaqla bütün nəsli biabır eləmişsiniz. Ağsaqqal adamsınız. Kömək eləyəcək. Gedib oturardınız, söhbət eləyərdiniz. Hər şeyi oğul uşağı niyə biabır Qardaş, niyə maraqlanma? Yoldaş qutarı və 30 ildir. Qardaşı. 30 il, 30. Əl çəkmirsən 30 ildir. 30 il, sən əl çəksəydin, Batsın gedib maraqlanma. Yox, Nigar xanım. Adamı təhqir eləyir ki, batsınla maraqlanma. Necə yəni? Belə danışırlar. Adam da ağırlı adam da hər şeyi deyər. İsa bəy, baxın, İlqar bəy, mən bir dənə fikrimi bildirim də nə olar. İlqar bəylə danışdıq və yetərincə də mədəni bir insana oxşuyur və danışıqları, bəli. İsa bəy çox mədəni, hiss olunur ki, çox mədəni şəxsdir və çalışır ki, hər bir bildirilən hər iki tərəfdən fikir qanuni çərçivədə həll olunsun.
vəkilimiz danışacaq, hüquqşünasımız bu mövzuları davam eləyəcək və mən bu mövzunu sabah davam elətdirəcəm. Çünki bir çox məqamlar var ki, efirdən sonra bunlar aydınlaşdırılmalıdır və Tahirə xanım, Vüsalə xanım, mən, bizim ekip, vəkilimiz, hüquqşünasımız və s. hamımız bu mövzunun üstündə işləyəcəyik sabaha qədər. İnşallah ki, yanılaram. İnşallah ki, doğrudan da belə şeylər baş vermiş olmaz. Çünki mən inanmıram insanlar belə şey eləyə bilərlər. Nə bilim, inanmaq istəmirəm bu dünyaya. Bu hadisələrə inanmaq istəmirəm. Bəzən o deyirlər, verilişin adı niyə sözün bitdiyi andır? Çünki doğrudan da sözün bitdiyi andayıq. Belədir. Biz indi sözün bitdiyi bir andayıq. Hörmətli Və Niyar mən, xanım. İlqar dayı, sabah qayıdacaq bu mövzuya və mən Mahir haqqında danışmaq istəyirəm. Mahir haqqında heç bir fikir bildirilməmişdi. Mahir, sənə gəl geri dönüş eləyək. Sənin özünü aparmağı var, nələr elədiyinə. Sən bilirsən ki, mən bir çox şeyləri bilirəm, düzdür? Hər şey. Hər şeyi bilirəm və mən bilmədiyim bir şeyin müzakirəsini belə aparmıram. Mən sənə bir-iki sual soruşacağım. Mikrofonun yoxdur sənin. İlqar dayı, mikrofonu verərdiniz Mahirə. Mahir, sən bir oğlansan da, bir bəysən, bir kişisən və sənin qanında o kişi, qadın indi başqa, biz qadınlar min dənə söz deyərik, nə bilim, sonra biz qadınıq da. Amma kişilərdə bir bu ataya, anaya bir söz deyilərsə, qeyrət tutur da ki, yəni atamla anama nə deyə bilərsən sən. Sənin ətrafın, dostların və mən indi telefon zəngi də var və mən eşidirəm indi danışıqları, hansı dostdan söhbət gedir. Bu dostların atamı söyməsi, efir vasitəsilə o sözü deyə bilmirəm. Mənim səsimi alın. Yekə kişisən. Mən çalışıram ki, sən sənin o dostların var ha, sən atavı, anavı söyən. O dostlarım var ha, izləyirlər məni oradan, izləyirlər, bilirəm, izləyirsiniz. Xəbərim var hamısından. Siz var ha, sizin ağzınızdan çıxan hər kəlməni bilirəm. Mən bir də görmürəm ki, siz bir ağ, bir çək kişini, ağ bir çək qadına o söyüşləri söyəsiniz. Ağsaqqal kişi, ağ bir çək bir qadına o söyüşləri söyəsiniz. Siz özünüzü nə zənn eləyirsiniz? Mən həqiqətən, mən doğrudan mən anlamıram. Mən mi dəliyəm bəlkə? Bəlkə mən düşmüşəm başqa bir... Yox, siz niyə təəccüblənirsiniz ki? Mahir özü atanı söyür, ananı döyür. Neynəməlidirlər? Birinci Mahir hörmət qoymalıdır atayanıya. Mahir nə vaxt hörmət qoydu ki, onun dostu da hörmət qoysun. Mahir özü nədir? Mahir ananı soyundurub döyür. Özü nədir ki? Mahir atanı təhqir eləyir. Ata gözünün qabağında ananı təhqir eləyir. Ata oturur, Mahir ananı döyür. Bu nə formada ailədir? Siz nə gözləyirsiniz başqa? Hələ qonşuna söyləyəcək, dostu da söyləyəcək, yerdə qalan hər kəs gəlib söyləyəcək. Zəng var studiyamıza. Bəli, eşidirəm sizi. Eşidirəm sizi.
anonimdir və adını demək istəmir. Buyurun, eşidirəm sizi. Alo, salam, Nigar xanım. Salam. Ekspertləri salamlayıram. Mən Beyləqandan əlaqə saxlayıram. Adımı demək istəmirəm, amma çox əsəbiyəm, sərdən baxıram. Əsəbisiz bir stakan su üçün, buyurun. Bu Bəhramla əlaqədar zəng eləmişəm. Sadəcə olaraq əsəbiyəm, zəng elədim. Bu nə utanmadan orada oturub. O Mahir Siz elədiklərini... kimsiz də mənim qonaqlarımın burada niyə oturduğunu sorğulayasınız? Amma onun Mahir elədiyini heç kim bilmir. Mahirin nələr elədiyini mən bilirəmsə? Bəhram, Mahirə, yeri gələndə az Siz saxlayın. Mahirin nəyisiz? Beyləqanda qalıram. Siz Mahirin nəyisiz soruşuram, əzizim, Demək nəyisiz? istəmirəm. Sadəcə olaraq Beyləqanda yaşadığım üçün, onu tanıdığım üçün Məncə də sizə əlaqə deməyin, saxlamışam. məncə də deməyin. Siz Mahirin anasının, atasının söyüldüyünü, anasını, atasını söyənlərdən misiniz? Onu bilmək istəyirəm. Mən sizə Bəhramın Mahirə nələr elədiyini demək sizdən gələmişəm. Beyləqandan. Deyin, neyini Bəhram Mahirə? Mahir yergəndə at saxlayıb, içib, gəlib Mahiri döyüb. Yeri gələndə zəncirdən bağlayıb. Yəni bu... Zəncirlə bağlayan Allah verdiydi, səhv salırsınız məlumatlar, dinləyin məni. Siz mənə zəng vurmursunuz bura, yalan məlumatlar paylaşırsınız. Sizdən çox mən bilirəm. Mahiri zəncirə bağlayan Allah verdiydi, öz doğma atası və Bəhram da ki, gedib onu ora etibar və öz atalığı da gedib onu oradan götürməyə, düzdür, atalığı onu istəməyib, amma ki, öz doğma atası daha çox işgəncə verir. Siz mənə indi zəng elədi məlumat verməyə. Əgər yaxşı dost olsaz, siz valideynlə övladın, siz kimsiz də buradakı bir kişi, oturan kişinin valideynə söz deyə bilirsiniz. Mənim bu dünyada elə dostum yoxdur ki, valideynimə söz deyə bilsin. Bitti, mən sizi eşitmək istəmirəm. İstəmirəm, kəsin xətti zəhmət olmasa. Sənin anava, atava belə söz deyilə bilinməməlidir. Çünki sən kişisən. Mən qadınlığımdan, anam sərt olsa, atam sərt olsa heç kəs heç nə deyə bilməz. O kimdir, mən bilmirəm. Sən bilirsən kimlərdir. Mən sənə birazdan çəkib deyəcəm hər şeyi. Mən çox gözəl bilirəm. Zəhmət olmasa bu zəngi kəsin. Ağıl öyrətməyə zəng verib. Nəyə mənə zəng vurmusan? Deməyə ki, valideyninə söz deməyə. Dost zənn elədiyin adamın valideyninə canlı yayında, milyonlarla insanların qarşısında sən irad bildirməyə zəng vurmusan. Sən kimsən də? Gəl biz də səni araşdıraq, görsən hələ kimsən. Mən həqiqətən də bəzən bu gənclərin, indiki zamanədəki gəncləri anlaya bilmirəm. Ana atanı ayağa vermək, nə bilim, böyüyü ayağa vermək, ağbirçəyi, ağsaqqalı ayağa vermək, bir mədəniyyətiniz olsun, bir tərbiyəniz olsun. Studiyamıza qonaq gəlir. Necə? Hara? İlqar dayı. Mən bununla daha güclü veriliş tanımıram. Sabah görüşəcək. Uzman, cərrah ginekoloq Aynurə Nəcəfəliyevanın sponsorluğu ilə sözün bitdiyi ana baxdınız.